Kərəmin dodağı qaçdı. Mən Güney Qışlaq cavanları adından bir də xahiş edirəm. Söyüdlü arıxın Quzey Qışlağa uzadılmasına razılıq verək. Razılıq verək, cavanlar oradan buradan qışqırdılar. Əvvəlcə biri, sonra da o biriləri əl vurdular. Kimsə yoğun səslə qışqırırdı. Adam uşağısız, otağı uçurdursuz. Sən ölməyəsən, bunlara bir hay lazımdır. Cavan olanda nə olar? Gərək dünyanı dağdasız. Quzeylilərin bizim suyumuzdan istifadə eləmələri başımızın ucalığıdır. Almurad bunu deyib səhnədən düşdü. Təkrar səs-küy mübahisə qalxdı. Hümmət cəld ayağa durub bir neçə dəfə zəngi çaldı. Səs-küy yatandan sonra aydın və ciddi ifadə ilə iki təklif var, dedi. Biri budur ki, Söyüdlü arıxın Quzey Qışlağa qədər çəkilməsinə icazə verilsin. İcazə verilməsin, deyə bir nəfər yerdən qışqırdı. Bir başqası ayağa qalxaraq əsəbi halda Hümmətə müraciət elədi. Yoldaş İspalkom, Söyüdlü arıxın sahibi bizik. Birinci təklif də bizimdir. Yox, əgər zor eləmək istəyirsiniz, o başqa məsələ. Zor nədir? Kimsə qışqırdı. Sultan Əli, xalqın üstündən motalatma. Sultan Əli doğru deyir, birinci təklif bizimdir. Əlbəttə bizimdir. Hümmət yenə təmkinlə, yaxşı, dedi. Mən Sultan Əli deyən kimi səsə qoyuram. Kim istəyir Söyüdlü arıxın Quzey Qışlağa qədər uzadılmasına icazə verilməsin, əlini qaldırsın. Mənə elə gəldi ki, zaldakıların hamısı bir anda əlini qaldırdı. Kərəm, xahiş eləyirəm say. Kərəm ayağa qalxıb barmağı ilə bərkdən saymağa başladı. 130, 135, 136, 137, Nəriman əmi də 138. İndi isə, deyə Hümmət davam elədi, ikinci təklifi səsə qoyuram. Kim istəyir ki, Söyüdlü arıxın Quzey Qışlağa qədər uzadılmasına icazə verilsin. Xahiş eləyirəm, əlini qaldırsın. Sultan Əli ayağa qalxdı. Bunu mən sayacağam. Deməli, Kərəmə etibar eləmirsən? Lap etibar eləmirəm. Dediyiniz nədir? Əşi inanmır, qoy özü saysın. Kərəm oturdu. Sultan Əli saymağa başladı. Mən qeyri-şuur olaraq qalxıb ayaq üstə dayanmışdım. Hümmətlə dayısının gözləri eyni gərgin diqqətlə zala dillənmişdi, zillənmişdi. Murada sarı baxmağa ürəyim gəlmirdi. Sultan Əli 138, 139, 140 dedikdə səsi yavaşlayaraq nəhayət eşidilməz oldu. Say dayna, niyə boğazın qurudu? Deyə kimsə istehzanan söz atdı. Cəhənnəm olsun, Söyüdlü arıxın yiyəsi tək mən deyiləm ki. Sultan Əli əlini çırparaq oturdu. Mən göz yaşları arasından gülümsəyərək utanıb çəkinmədən Murada baxdım. Lakin onun gözləri sərt bir ifadə ilə açmaqda olduğu papiros qutusuna dikildiyindən mənim baxışlarımı görmədim. Demək, Güneylilər Söyüdlü arıxın Quzey Qışlağa qədər uzadılmasına icazə verdilər. Nəriman əmi Hümmətin bu sözlərini eşidəndə ayağa qalxdı. Zala uzun bir nəzər salaraq, təəccüblü dərəcədə sakit və mütəəssir bir ifadə ilə dedi. Mənim oğlum yox, qızım yox. Söyüdlü arıxı da goruma tökməyəcəyəm. Mən sizin üçün deyirəm. İndi ki, belə elədiniz, özünüz bilərsiniz. Ancaq onu yadınızda saxlayın ki, bu işdə nə 30 il mənlə bir yastığa baş qoyan qərənfilin, nə də həmişə oğul deyib tutduğum Hümmətin hərəkəti məni yandırmadı. Ancaq siz, nəysə, salamat qalın. O həsir şlyapasını götürüb ağır addımlarla səhnədən çıxdı. Qərənfil bacının rəngi elə ağarmışdı ki, mən onun ürəyinin xarab olacağından qorxurdum. Murad kimsənin üzünə baxmadan dalbadal papiros çəkirdi. İndi dincəldiz, deyə Sultan Əli Nəriman əminin gedişi ilə zalda yaranan sükutu pozdu. Dağ boyda kişini bir qara qəpikli eləyib yola saldılar. Mərd mazara lənət. Kişinin əməyini vurdular yerə. Bugündən Söyüdlü arıq sənin deyil. Atmacalar bir-birinə qarışdı. Hümmət ayağa qalxaraq zəngi səsləndirdi. Zal sakit olandan sonra
sözə başladım. Ədalət də, insaf da bizim sədrə etiraz eləməyimizin tərəfində idi. Dayım bütün həyatını bizə, biz güneylilərə sərf edib. Onun bizdən başqa heç bir kəsi olmadığını da bilirik. Ancaq unutmamalıyıq ki, təkcə öz kəndinin xeyrini güdüb, başqalarını yaddan çıxarmaq bizim böyük məqsədimizlə düz gələn iş deyil. Bir növ xüsusiyyətçilikdir. O bir an susub, gözünün üstünə tökülmüş yumuşaq xurmayı saçlarını əli ilə yana verdi. Sonra yumruğunu düyünləyib, sərt səslə əlavə elədi. Biz belə hallarla qəti mübarizə aparmalıyıq. Biz ancaq özümüzü düşünə bilmərik. Təkcə öz kəndinin mənfəətini güdmək avamlıqdır. Qabaq cərgədə oturmuş qulu sıçrayıb ayağa duraraq şəhadət barmağını yuxarı qaldırdı. Kərəm və onun yan yörəsində oturmuş gənclər pıqqıldayıb güldülər. Lakin Hümmət düzdür, deyə mühasibin sözünü təsdiq elədi. Biz keçmiş cəmiyyətin zəhərini damarlarımızdan damcı-damcı sıxıb çıxarmalıyıq. Ancaq o zaman azad, rahat nəfəs ala bilərik. Ancaq o zaman qonşumuzu, bütün namuslu vətəndaşlarımızı özümüzdən ayırmarıq. İndi onun səsində bir qətiyyət və amansızlıq var idi. Elə bil ayrı vaxt hamı ilə deyib gülən yumuşaq təbiətli, zarafatçıl oğlan deyildi. Mən belə cavan adamın rayon icraiyə komitəsi sədri kimi məsul bir işə seçilməyinin səbəbini yalnız indi başa düşdüm. O nitqini qutarandan sonra bir sözüm var deyə Murada müraciət elədim. Quzeylilərin sədri ayağa qalxaraq mərdanə bir təmkindən dedi. Mən bütün cəmaatımız adından sizə təşəkkür edirəm. Vaxt gələr ki, indi bu işə etiraz eləyən adamlar da bizdən razı qalarlar. Mən arxayınam ki, Söyüdlü arx bizi bir ailə kimi birləşdirəcək, dostluğumuzu möhkəmləndirəcək. Sağ olun. Sən də sağ ol. Siz kimsiz, biz kimi, kəndlilər səsləndilər. İclasdan sonra Hümmət, Murad, Qulu, Qərənfil bacı, Naz xanım, bir də mən eyvanda dayanıb söhbət eləyirdik. Qərənfil bacı mənə xitabən ah çəkərək deyirdi. Əziz canın üçün birisi Allahından dönüb desə ki, Nəriman, evini yığ ver mənə, deyər apar, amma indi niyə belə eləyir başa düşmürəm. Bilirəm, deyə Hümmət cavab verdi. Söyüdlü arx dayımın şöhrəti sanıdır. O bu şöhrəti heç kəslə bölüşmək istəmir. Ancaq sən bir yol tap, dayının könlünü al. Nəriman ağıllı adamdır. Mən də bayaqdan fikirləşirəm ki, nə cür eləyək ki, Nəriman əmi bizlə barışsın, deyə Murad Qərənfil bacıya baxdı. Qadın ah çəkdi. Dayımla bizi zaman özü barışdıracaq, deyə Hümmət cavab verdi. Murad zarafatyana gülümsüyüb mənə baxdı. Zaman barışdıranacan bizimki bizə dəyər. Şübhəsiz deyə mən qüssə ilə düşündüm. Zaman gələcək, siz barışacaqsınız. Lakin o zaman kim bilir mən haralarda olacağam. Bunun ardınca da öz qəribəliyimə güldüm. Axı mənim bir zaman harda olacağımın mətləbə nə dəxli var? Onlar mənlə və Naz xanımla xudafisləşib gedərkən Murad bir neçə dəfə geri baxdı. Nə gözəl aydınlıqdır, Naz xanım, mən qayğısızlıqla əsnədim. Mən aktrisayam, lazım gələndə əsnəməyi bacarmalıyam. Heç birimiz yatmaq istəmirdik, eyvandakı skamyada oturduq. Qurbağalar quruldayırdı. Bu aydınlıq gecədə onların səsi mənə uzaq bir əfsanə kimi gəlirdi. Xeyli hündürə qalxmış ayın yanında pambıq kimi ağ bulud parçası dayanmışdı. Göz işlədikcə uzaqlarda Qarabağ dağlarının gümüş silsiləsi parıldayırdı. Neçə milyon illərdir ki, bu aydınlıq gecələr gəlib keçir. Neçə milyon illər daha gəlib keçəcəkdir. Nəriman əmi ilə Murad dostlaşanda mən burada olmayacağam. Şübhəsiz olmayacağam. Anlar, dəqiqələrsə keçib gedirdi. Qurbağalar dərdsiz, qəmsiz mahnılarını hey çağırırdılar. Nə üçün söhbət eləmirsən, Naz xanım? Nə söhbət eləyəcəyəm? Mən onunla tanış olandan bəri birinci dəfə dərdli ah çəkdi. Qurbağalara qulaq asıram. Deyirəm, dünyada xoşbəxtlik yaxşı şeydir. Ancaq heyf ki, çox adama qismət olmur.
Niyə elə deyirsən? Məyər sən xoşbəxt deyilsən? Xoşbəxt olsaydım odamın altında qulyabanı kimi tək qalmazdım. Ərindən nə səbəb ayrıldığını heç mənə danışmırsan. Elə bil danışdım, nə olsun? Danışmaqla yaralar sağalsaydı, dünyada heç dərdli adam olmazdı. Sən onu çox istəyirdin? İstəyirdim. O bu sözü elə pıçıldadı ki, elə bil gənc və sağlam sinəsindən od qopdu. Ancaq yaxşı iş görməyib. Neyniyəydi? Atasının yurdunu kör qoya bilməzdi ki. Nə çox dünyada sonsuz adam. Məsələn odur, Nəriman əmigil. Nəysə, keçdi getdi, canı sağ olsun. Mən ondan incimirəm, müqəssir öz bəxtimdir. Yoxsa məni istəyib almışdı. Təzə arvaddan uşağı var, bir oğlu var. Deyirlər maşallah lap top kimi uşaqdır. Ayın yanındakı ağ bulut parçası yavaş-yavaş uzaqlaşıb, mavi ümman içində ağaran tənha bir yelkəni xatırladırdı. Söyüdlərin arasında su səthinin kiçik bir parçası qara şüşə kimi parıldayırdı. Ərə getmək fikrin yoxdur? Nə bilim, sən heç yerə getməmisən? Yox. Bir söz soruşacağım. Acığın tutmaz ki. Qətiyyən. Sən Muradı çoxdan tanıyırsan? Yox. Ancaq bir dəfə ona oxşayan bir gənc leytinant görmüşdüm. Necə məyər? Heç elə belə, çox gözəl oğlandı, elə deyil. Allah yiyəsinə qismət eləsin. Sən onun baxışlarından bir şey başa düşmürsən? Yox, nə cür baxır ki, deyə təəccüblə soruşdum. Mən elə gəlir ki, Murad sənə aşiq olub. Dəlisən nədir? Bax, bir də mənlə belə zarafat eləsən, bəlkə inciyərəm. Muradın o cür gözəl arvadı ola durub mənə aşiq olacaq. Sən də, elə arvadı deyilmi yazığın gününü göy əskiyə düyünləyən? Özləri bilərlər. Ancaq xahiş edirəm, o sözü bir dedin, bir də deməyəsən. İndi də arvadlı kişilərimiz qalmışdı. Niyə dünyada bir subay oğlan tapılmırdı ki, mənə aşiq olaydı? Çox sağ ol Naz xanım, heç səndən gözləməzdim. Öz rolumu elə məharətlə oynadım ki, yazıq gəlin dediyinə də peşman oldum. Bilsəydim xətrinə dəyəcək deməzdim, sən Allah bağışla. Yaxşı, ancaq bir də desən bağışlamayacağım. Dur gedək, sənin üçün piyano çalım. Qoy oxucu Naz xanım kimi təmiz qəlbli bir dostuma qarşı göstərdiyim bu saxta hərəkətləri mənim günahıma yazmasın. Məni ikiyüzlülükdə təqsirləndirməsin. And içirəm ki, mən həyatımda heç kimə yalan deməmişəm. Ancaq dünyada bir sir var ki, o məndən qəbrə gedəcəkdir. Pəncərədən düşən ay işığı səhnəni işıqlandırdığı üçün çıraqları yandırmadıq. Mən piyanonun arxasında oturub yenə də seygah çalmağa başladım. Lakin bu dəfə o tamamilə ayrı şeylər hekayə eləyirdi. Mən yaxından keçən söyüdlü arxa baxaraq çalırdım və çaldıqca sanki ay işığında mürgüyə dalmış söyüdlər diksinib ayılırdı. Söyüdlər ahəstə yırğalanaraq seygahı dinləyirdi. Seygahsa onlara deyirdi ki, sizin sıralarınız quzey qışlağa qədər uzanacaq. Kəndi dövrə vurub su kənarında bitən yaşıl yarpızların üzərinə sərin kölgə salacaq. Quzey qışlağa uçub gələn quşlar sizin salxım sallanan yarpaqlarınız arasında yuva qurub şən mahnılar oxuyacaq. Saçlarına dən düşmüş uca boylu bir adam hərdən sizə baxıb bəlkə də keçmişləri xatırlayacaq. Kim bilir o zaman bu qız harda olacaq? Seygah gələcək ayrılığın hicranı ilə titriyib üzülürdü. Sonra söyüdlü arx kimi yavaş-yavaş axıb gedən zamanın biganəliyindən danışırdı. Ah mənim əzizim, mənim iki gözüm, cavan leytinant, nə üçün sən o gecənin səhəri qayıtmadın, nə üçün sonralar məni axtarıb tapmadın? Sənin yerinə mən olsaydım dəmir çarıq giyib yer üzünü dolaşar və səni tapardım. Lakin sən məni axtarıb tapmadın, vədə verib gəlmədin. O zaman mənlə tanış olmağın səndə bəlkə də sadəcə bir maraq, bir gənclik həvəsi idi. Bəlkə də ötəri bir ehtiras idi.
Mənsə səni bütün ali duyğuların yaratdığı bir şah əsər, qızların xəyallarını narahat eləyən bir qəhrəman sanmışdım. Sən görüş vəd eləyib gəlmədin. Eybi yoxdur. Mən bunun üçün taleyimdən narazı deyiləm. Çünki sən öz səadətini tapmısan. Onun gözləri yaz səması tək dərin və mavidir. O səni sevir. Səni ayağın dayan daşa, torpağa belə qısqanır. O məni nifrətlə qarşıladı. Lakin mən incimədim. O səni sevdiyi üçün mənə nifrət eləyir. O istəyir ki, sən yalnız onun olasan. Sənin gözlərin yalnız ona baxsın. Qulugildə o sənin ötəri bir nəzərini belə mənə çox görürdü. Mənsə bundan incimirəm. Bu dünyada hər kəsin xoşbəxt olmağa, həyatdan daha çox şey götürməyə can atması tamamilə qanunidir. Lakin bu xoşbəxtliyi mən daha səndən istəyə bilmərəm. Buna mənim haqqım yoxdur. Çünki sən onunkisan. Siz bir-birinizinsiz. Mənsə uzaqdan gəlmiş bir quşam. Bu quşun uçub getməsi ilə saadətin qəzəbi də yaz tufanı kimi sovuşub keçəcək. Söyüdlü arx kəndinizi dövrə vuracaq. Ay işığında dayanmış o qəd-qamətli adam kimdir? Ne üçün elə pəjmürdədir? Gözlərinin kölgəsi nədən elə qaradır? Seygah həyəcanla titrədi, çırpındı. Mən bir anlığa gözlərimi qapıyıb açdığım zaman o artıq yox idi. Mən qorxmadan, titrəmədən qalxıb pəncərənin qabağına yürüdüm. Heç kəs yox idi. Bəlkə bu mənim istirablı xəyallarımın bir aldanışı idi. Naz xanım yanıma gəlib soruşdu. Nə olub, nəyə baxırsan? Heç nə, pəncərənin qabağından kimsə keçdi. Gedək. Gedək, sən həmişə dərdli adamlar kimi çalırsan. Sən Allah elə demə, mən yazıq hələ nə görmüşəm ki, nə dərd çəkim, deyə zarafat elədim. Belə anlarda o mənə qəribə bir şübhə ilə baxırdı. Bir qədər yanımda qalandan sonra ayağa qalxdı. Gecən xeyrə qalsın, xeyrə qarşı, get. O getdi. Mən də öz otağıma gələrək qapını bağlayıb pəncərəni açdım. Xeyli zaman dayanıb aydınlıq çöllərə baxdım. Heç kəs yox idi. Qurbağalar hey quruldayırdı. Gecə xoş sükut içində idi. Mən heç kəsiz gözləmirdim. Mənim heç kəsdə gözüm yox idi. Mən yatmaq istəyirdim. Bayır aydınlıq olsa da otağım qaranlıq idi. Mənimsə həmişə qaranlıqda ürəyim sıxılır. İşığı yandırıb çarpayıma baxdım. O mənə lal bir yadlıq, bir soyuqluq təlqin elədi. Soyunmaq əvəzinə Faustu götürüb oxudum. Mənə rahatlığımı qaytarmaq üçün əgər yorğun təbiətdə də yoxdursa əlac, kömək, demək ki, çarə yoxdur, bitməyəcək bu kədər, heç bir ümid yolu da mənim üçün yoxdur demək. Sanki birdən-birə bütün vücuduma yorğunluq gəldi və mən taqətsiz halda stula yıxılıb gözlərimi yumdum. Vücudumda hər cür fikirdən, dərddən, qəmdən uzaq elə xoş bir uyuşuqluq var idi ki, qımıldanmaq belə istəmirdim. Eyniylə körpəlikdə olduğu kimi mənasız istirablarla dolu bir yuxunun yavaş-yavaş məni apardığını hiss eləyirdim. Nə qədər zaman keçmişdi bilmirəm. Birdən qəribə pıçıltı ilə adamın çağırıldığını eşidərək adımın. Diksinib gözlərimi açdım. Kitab əlimdən düşdü. O pəncərənin qabağında dayanıb mənə baxırdı. Qorxmadınız ki? Yox, qorxmadım. Niyə bayırda dayanmasınız? Gəlin içəri. Gecdi, bəlkə siz yatmaq istəyirsiniz. Mən yuxumu aldım. Elə şirin yatmışdınız ki, siz məni utandırdınız. Nə üçün? Deyirlər, mən həmişə ağzı açıq yatıram. O gülümsədi. Bir neçə il qabaq məni rəqsə dəvət edən o gənc leytinant kimi gülümsədi. Gəlin içəri. Səsimdəki həyəcan məni qorxudub utandırdı. O binanı hərlənib gələnə qədər özümü ələ alaraq sakit və nəzakətli təbəssümlə qapını açdım. Əyləşin, sizin üçün çay dəmliyim? Sağ olun, lazım deyil. Ne üçün bir kefsiz? Mən həmişə qara qabağam,
Düz demirsiz. Siz o vaxt Gəncədə heç qaraqabaq adama oxşamırdınız. Hər yaşın bir xüsusiyyəti var. Qısa sükut. Ciddi və nəcib bir görünüşlə soruşdu. Siz o gecənin səhəri vədələşdiyimiz yerə gəldiniz? Bəli, gəldim. Yəqin ki, hisslənib getdiniz. Xeyr, hisslənmədim. Sizdən ayrılan gecə məni çox uzaq bir səfərə göndərdilər. Hərbi işdə belə gözlənilməyən hallar olur. Sizin ünvanınızı, familiyanızı bilmədiyimdən məktub qoya bilmədim. 8 aydan sonra qayıdıb Gəncədəki uşaq evlərinin hamısını gəzdim. Nəhayət vaxtıyla siz olan evi tapdım. Dedilər, Leninqradda Dağ Mədən İnstitutunda oxuyursunuz. İnstitutun direktorluğuna məktub yazıb ünvanınızı istədim. Cavab gəldi ki, xəstə olduğunuz üçün institutu tərk eləyib Azərbaycana qayıtmışsınız. Bir neçə günlüyə icazə alıb Bakıya getdim. İnstitutların hamısını gəzdim. Ancaq doğrusu teatr institutu heç ağlıma gəlməyib. Murad, siz çox şeylər eləyə bilərdiniz. Lakin mən sizdən incimirəm. Çox sağ olun. Görünür, yaxşı dost imişsiniz. Niyə söhbət eləmirsiniz? Siz o gecədən sonra heç məni yada salırdınız? Tələbəlik həyatını bilirsiniz. Adamın başı o qədər qarışır ki, bəzən öz adı da yadından çıxır. Tüstüdən acığınız gəlmir ki? Xeyr, uşaqlıqda həmişə qoca nənəmin papirosunu mən yandırardım. Amma mən sizi çox tez-tez xatırlayırdım. Heç yadımdan çıxmırdınız. Mən isə əzab çəkirdim. Uşaq evindəki mürəbbimizdən icazə alıb kitabxanaya gedərkən küçələri bir-birinə vurub səni axtarırdım. Bir saatın içində o qədər gəzirdim, o qədər yerə baş vururdum ki, ayaqlarım qabar atırdı. Ola bilər. Bir dəfə mən də Gəncədəki yoldaşlarımdan biri gildə bir oğlan görmüşdüm. İndinin özündə də gözümün qabağındadır. Kimdi oğlan? Leytinant idi. Cavan bir leytinant. Adı nə idi? Adını unutmuşam. Gərək unutmayaydınız. Nə üçün? Hiss edirəm ki, o gənc leytinant çox xoşunuza gəlirmiş. O barədə heç fikirləşməmişdim. Bir dəfə görməklə adam haqqında necə mühakimə yürütmək olar? Mühakimə nə üçün? İnsanı hiss eləmək, duymaq lazımdır. Mühakimələr isə çox zaman bir tərəfli olur. Bəzən sən nəysə yaxşı bir iş görmək istəyirsən, ancaq səni qova-qova namərd eləyirlər. Ürəyinə tikan batırırlar. Dünya işığına səni haram eləyirlər. Heç nədən xəbəri olmayan başqaları isə qabaqlarında çay oturub əsniyə-əsniyə səni mühakimə eləyirlər. Qiyabi olaraq sənə pislik damğası vururlar. Dünyada belə mühakimələrdən də ədalətsiz bir iş təsəvvür eləmək mümkündürmü? O kimi nəzərdə tuturdu, özünü mənimi? Doğrudur, elə hallar olur, ancaq yenə də hər şey bizdən asılıdır. Nə cür? Biz ürəyimizin, vicdanımızın səsini eşidib, səbirlə yolumuza davam eləməliyik. O zaman gec-tez həqiqət meydana çıxar. Yaxşılıq elə balığı at dəryaya, balıq bilməsə xalq bilər. Bu nədir? Mən əməlli başda öyüd nəsiyyət verirəm. Mənimki belə şeylərdən zəhləm gedərdi. Xalq bilənəcəm bizimki də bizə deyər. Dəyir. Nə olar? Qoyun dəysin. Başınıza gəlməyib bilmirsiniz. Sizin başınıza gəlib? Deyəsən mənim sualım biraz yersiz düşdü. Bağışlayın. Nə üçün üzr istəyirsiniz? Siz məndən hər şeyi soruşa bilərsiniz. Təşəkkür edirəm. Bu çox böyük etimaddır. O yerində səbirsiz bir hərəkət elədi. Sən Allah, mənlə bu cür rəsmi danışmayın. Sizə elə gəlir, mən rəsmi danışmıram, əksinə, mən istəyirəm biz səmimi ürək dostlar olaq. Mən buradakı adamların hamısından qabaq sizi tanımışam, ona görə də sizi özümə bir qardaş kimi yaxın hiss eləyirəm. Axırıncı sözləri deyərkən özümdə elə halsızlıq hiss elədim ki, sanki o sözlərlə bərabər canımı da ağzımdan çıxırdı. Canım da.
O üzümə ani bir nəzər salaraq heç nə demədi. O susurdu. Eynilə bayaq aydınlıq içində gördüyüm o adam kimi susurdu. Nəhayət ayağa qalxaraq, "Gecəniz xeyrə qalsın" deyib qapıya sarı yönəldi. Mən də heç bir söz deməyərək, daha doğrusu demək iqtidarında olmayaraq onun ardınca çıxdım. Eyvanda ayaq saxladım. "Siz gəlməyin, qayıdın" dedim. Lakin mən qayıtmadım. Mən onun qarşısında dayanmışdım. Lal-mat dayanmışdım. Kənd yuxudaydı. Qurbağalar susmuşdu. Hərdən xoruz banlayırdı. Düzənlikdən sərin yel əsirdi. Biz iki nəfər eyvanın yarı qaranlığında qarşı-qarşıya dayanıb susurduq. Biz nə istəyirdik? Nəyi gözləyirdik? "Gedin Murad." Mədəniyyət evinin səssizliyi içində pıçıldadığım bu sözlərdən vücudum titrədi. Sanki bütün qızlıq duyğularım üsyankar bir həyəcanla təlatümə gəldi. Dodaqlarım qurudu, yanaqlarım od tutub yandı. Mən iqtidarımın əldən getdiyini hiss eləyərək, "Gedin Murad" deyə təkrar pıçıldadım. Lakin o yerindən tərpənməyərək, qəmli qara gözləri ilə mənə baxırdı. Doğrudanmı mən özümü saxlaya bilməyəcəyəm? Doğrudanmı mən bu saat onun ağuşuna yıxılacağam? Doğrudanmı mən bu qədər gücsüzəm? Doğrudanmı mən məhv oluram? Yox, bu ola bilməz. Mən iki əlimlə onun əlindən tutaraq son gücümü toplayıb təkrar elədim. "Gedin Murad." Nəcib insanlara eşq olsun. O iri və qüdrətli əlini mənim əllərimdən yavaşca çəkərək, heç bir söz demədən getdi. O gözdən itənə qədər bədənim uçuna ardınca baxdım. Sonra dönüb otağıma getdim. Soyunmadan çarpayıma yıxılıb əllərimlə gözlərimi qapadım. Mən utanırdım. Özümdən utanırdım. Mən ancaq yatmaq istəyirdim. O gecə səhərə qədər saadəti yuxuda gördüm. Gördüm ki, biz çayda çimirik. Çay isə gah dönüb söyüdlü arx olur, gah da düz dünya suya çevrilib, gür günəş işığında gözümüzü qamaşdırır. Mən yüzlük elektrik lampasını yana qoyub yatmışdım. Don Kixotla Molla Nəsrəddinin sorağı kəndə yayılmışdı. İşdən sonra adamlar orada-burada toplaşaraq, ya söyüdlü arxın quzey qışlağa qədər uzadılması barədə söhbət eləyir, ya da Kərəmlə onun dostunun Don Kixotdan, Molla Nəsrəddindən danışdıqları əhvalatlara qulaq asıb, gülüşürdülər. Şofer Almurad, Paştalyon Pirverdi, İmi ilə Cimi də kitabxanaya gəlib oxumalı bir şey istəyirdilər. Səriyyə mənim məsləhət bildiyim kitabları tapıb onlara verirdi. Hətta qız gəlinlər də gəlib kitab götürməyə başlamışdılar. Beləliklə oxucularımızın sayı artırdı. Söyüdlü arx haqqındakı iclasdan qabaq Nərman əminin təşəbbüsü ilə Artel Paştalyon Pirverdiyə bir motosikl almışdım. İndi o hər gün stansiyadan təzə qəzet və jurnallar gətirirdi. Axşamlar yalnız cavanlar deyil, yaşlı kişilər də axışıb mədəniyyət evinə gəlir, bəziləri tar dərnəyinin məşğələsinə qulaq asır, bəziləri də eyvandakı skamyalarda oturub papiros çəkə-çəkə mənim qəzetlərdən oxuduğum xəbərləri dinləyirdilər. Sonra da siyasət aləmindən, dünyanın işlərindən mənə cürbəcür suallar verirdilər. Qəzetin müəyyən bir yerini başa düşmədikdə təkrar oxudurdular. Mən də onların sadə, mehriban münasibətlərindən ruhlanaraq bütün suallarına həvəslə cavab verirdim. Mən quru rəsmiyyətçiliyə nifrət elədiyim üçün hər şeyin ailədəki kimi səmimi, təbii olmasına çalışırdım. Yeri gəldikdə onlarla birlikdə zarafat eləyir, qəhqəhə çəkib gülürdüm. Oxuduğum əsərlərdən məzəli səhnələr danışırdım. Məni öz adamları sandıqlarından gah soruşur, gah xahiş eləyirdilər. Nuriyə bacı, bir oxu görək qəzetdə nə yazılıb. Nuriyə bacı, sən Allah biraz o piyanonu dıngıldat. Nuriyə bacı, sən Allah Don Kixotun yel dəyirmanı ilə davasını danış. Bütün bunlar, bu münasibət məni sevindirir, mənə təsəlli verirdi. Məni öz-özümlə tək qalmağa qoymurdu. Mədəniyyət evindəki işlərimdə ən azı köməkçim şübhəsiz Qulu idi. Ən yaxın köməkçim.
Bu balaca boylu adamda tükənməz həyat eşqi var idi. Onun civə kimi daim hərəkətdə olan kiçik qara bəbəkləri hey o yan bu yana qaçaraq, sanki nə isə təzə və şən bir şey söyləmək istəyirdi. Qolu gələn kimi məclis canlanır, adamlar gülümsüyürdülər. O da gah sağ, gah da sol ayağını irəli qoyaraq, görüb eşitdiklərini nəyişə ilə danışardı. Son zamanlarda yalnız Nəriman əmini soruşanda mühasibin üzü küt bir kədər və ciddiyyət ifadə eləyirdi. Elə bil özünün belə anlayıb dərk eləyə bilmədiyi nəyisə səndən gizlədirdi. Hər axşam işdən sonra mədəniyyət evinin qabağında yığışan gənclərin deyib gülmələri, zarafatları mənə xüsusilə xoş gəlirdi. Bu zarafatların mərkəzində həmişə Kərəmlə Paştalyon Pirverdi olurdu. Kərəm ona sataşır, Pirverdi isə bəzən tutarlı cavablar verir, bəzən də gürültülü qəhqəhələr altında qıpqırmızı pörtərək pərt olub özündən çıxırdı. Bundan bərabər onların həmişə himicimi bir idi. Şofer Almuradsa oğrun baxışları, eyhamları ilə bizim Nazxanıma göz verib işıq vermirdi. Beləliklə günlərimiz olduqca şən keçirdi. Lakin güney qışlardakı həyatımda baş verən ilk fırtınalar məni birdən-birə çox çətin vəzifələr qarşısında qoydu. Ələsgər dayı Miçurinin kitabını tapıb göndərmişdi. Mən səbəbini özüm də bilmədim. Bilmədən onu bir neçə gün evdə çarpayımın yanındakı stolun üstündə saxladım. Murada göndərəcəyim bu kitab mənim üçün dönüb canlı bir məxluq olmuşdu. Evə girəndə birinci onu görürdüm. Daha doğrusu ona baxırdım. Evdən çıxanda canım onun yanında qalırdı. Gecələr yatağıma uzananda onu götürüb gah oxuyur, gah da nəzərdən keçirirdim. Nəhayət bir gün kitabı səliqə ilə qəzetə büküb Pirverdidən xahiş elədim ki, Murada çatdırsın. Bir saatdan sonra Pirverdi motosiklini tüstülədə xəbər gətirdi ki, özü evdə yox idi, verdim Saadətə. Bu sözləri deyərkən Paştalyonun gözlərində nəysə ciddi, tutqun bir şey hiss elədim. Təxminən 3-4 saat sonra bir oğlan uşağı kitabı mənə qaytarıb bir söz demədən getdi. Mən təəccüb içində kitaba baxıb heç bir şey başa düşmürdüm. Ne üçün Murad onu geri qaytarsın? Mən ki bir pis iş görməmişdim. Axşamçağı Qulu mədəniyyət evinə gəldi. O məzəli bir kədərlə üzümə baxır, nə isə demək istəyir, lakin susurdu. Bir sövqi təbii ilə ondakı bu halın mənlə əlaqədar olduğunu duyaraq, niyə bir kefsən Qulu, deyə soruşdum. O tələsik cavab verdi, heç. Yenə. Bu dəfə ah çəkdi. Heç. Deməsən inciyərəm. Sözdə adam oxşayırsan. Bu burjuaziya qalıqlarını məhv eləyənəcən bizimki bizə dəyəcək. Ürəyimin döyünməsinə baxmayaraq güldüm. Burjuaziya qalıqları yenə neyniyib? Əşi heç nə. Demək mənə etibar eləmirsən. Çox sağ ol. Axı deməli sözdür ki deyəsən. Hər nə olur olsun biz dostuq. Dost dostdan heç bir şey gizlətməməlidir. Elədir. O sanki cəsarətə gəlib döşünü qabartdım. Ancaq Nuriyə xanım, sən mənim ölmüşüm, gərək ürəyinə salmayasan. Dərdimin odu yox idi ürəyimə salım. De görüm nə olub. Bilirsiniz, sizin o kitabı göndərməyiniz böyük qalmaqala səbəb olub. Rəngimin ağardığını hiss elədim. Lakin yenə də qayğısız ifadə ilə soruşdum. Nə qalmaqala? Saadət evdə qab-qacaq qoymayıb, hamısını vurub sındırıb. Ağabəyimlə gedib çıxmasaydıq, Allah bilir nə inəyəcəkdim. Axı nə üçün? Kitabın təqsiri nədir? Heç nə, burjuaziya qalığıdır da. Deyir, niyə o kitabı sənə Nuriyə göndərib? Bəs Murad nə dedi? Nə desin, yuxarı baxır, bığ, aşağı baxır saqqal, qalıb məhtəl. Ayrılsın, nə cür ayrılsın, uşağı var, cəmaat var, ayrılmasın, neynəsin? Eybi yoxdur Qulu, sənlə mən filosofuq, deyə həmişəki zarafatımı təkrar elədim. Filosof gərək belə şeylərə dərindən baxsın. Elədi, deyə ciddiyyətlə təsdiq elədim. Mühasib çönüb idarəyə yollandı. Mən heç bir şey düşünməmək üçün tar dərnəyinin məşğələsi gedən otağa keçdim. Emi uşaqlara Azərbaycanlılarda ən şən oyun havası olan Bağdadoru öyrədirdim. Həmin axşamsa belə bir məktub aldım. Nuriyə xanım,
Sizdən 1000 dəfə üzr istəyirəm. Mən həyatımın necə bir faciə olduğunu sizə demişdim. İndi görün ki, bəzən adamlar uğursuz bir səhv ucundan nələr çəkirlər. Başqa nə deyə bilərəm? Sağ olun. Zəhmətinizə qarşı təşəkkür edirəm. Hörmətlə Murad. Bu sətirləri oxuyub qutarandan sonra özümü o qədər pərişan və ümidsiz hiss elədim ki, elə bil birdən-birə dünya gözlərimdə sarı rənglə boyandı. Elə bil məni həyata bağlayan iplər bir anda boşaldı. Çünki nə mən xoşbəxt idim, nə o, nə özümə bir gün ağlamaq iqtidarındaydım, nə ona. Nə özümə bir təsəlli tapırdım, nə də ona. Nəriman əmi Söydlü arx haqqındakı yığıncadan sonra evdən çıxmırdı. Axşam çağlar mədəniyyət evinin qabağında bu barədə qızğın mübahisələr gedirdi. Kişinin inciməyə haqqı var. Quzeylilər başımızı tollayıb istədiklərini elədilər. Biz paxıl cəmaat deyilik. Qoyuların da əli çörəyə çatsın. Yazıqların ayrı yerdən su gətirməyə imkanları yox idi. Nəriman düz eləmirdi. Bu iş gərək çoxdan olaydı. Nəriman hər nə eləyib, bizim üçün eləyib. Niyə indi tanrınıza təpi yatırsınız? Kərəmlə Pirverdi də ağız-ağıza verib deyirdilər. Heç kəs Nərimanın haqq sayını itirmir. Ancaq əgər sən mən istəyiriksə, iş ədalətlə geçsin. Onda gərək atamızın da səhvini qulaq ardına vurmayaq. Ay sağ ol, bax əsl söz budur. Bir axşam eyvanda dayandığımız zaman kənddən aralı bir neçə yerdə ocaq yandığını görüb, onların nə olduğunu Naz xanımdan soruşdum. Quzeylilərdir, dedi. Yəqin özlərinə çay çörək hazırlayırlar. Söydlü arxın gerisini qazılmağa gəliblər. Mən anlaşılmaz həyəcan və sevinc içində bu lap əskər düşərgəsinə bənziyir, dedim. Gəlsənə gedək tamaşa eləyək. Nə olar, gedək. Eyvandan düşüb işıqlar gələn tərəfə üst tutduq. Söydlü arxın güney qışlağa burulduğu yerdə mən Naz xanımın əlindən tutaraq, dayan, dedim. O yana getmək lazım deyil. Nədən çəkinirsən? Hamısı tanış adamlardır. Yox, onsuz da buradan görürük. Biz arxın yanında dayanıb söyüd budaqları arasından Quzeylilərin düşərgəsinə tamaşa eləyirdik. Yüzlərlə adam 3-1-4-1 əyləşib, ocaqların işığında kimi çörək yeyir, kimi çay içir, kimi danışıb gülür, kimi çəkici dəmirə döyəcləyərək nə isə düzəldirdi. Naz xanım dedi, yazıqlar sevinirlər. Ancaq sədirləri yaman bir kefdir. Murad balaca bir yamacda arxası üstə uzanaraq əllərini başının altında çarpazlamışdı. Yaxındakı ocaqdan düşən işıq onun səmaya zillənmiş fikirli gözlərini, solğun çöhrəsini işıqlandırmışdı. Murad, durub çaydan zaddan içsənə, səhərdən nə dünyanın haqq hesabını çəkirsən, deyə bir kişi mis çaydanı ocaqdan götürüb onu səslədi. Sədir dinmədi. Yazıq yaman bir kefdi, deyə Naz xanım təkrar elədi. Yazıq niyə olur? Evdə günü qaradır. Eybi yoxdur. Ər-arvad arasında söz-söhbət olar. İnsafən, Sadət heç qızlığında belə deyildi. Nəcür idi? Deyib gülən, sənin mənim kimi zarafatçıl. Özünü də neçə yerdən tərifləyirdilər. İstəyirdilər. Deyirdilər, Bakıda bir nazir müavini onun dərdindən dəli divanəymiş. Heç kəsi bəyənmədi, Muradı seçdi. İndi də belə eləyir. Bəlkə Sadətin qısqanmağına bir səbəb var. Nə səbəb olacaq bəyəm? Yazıq Muradın aşnası zadı var. Kürəklərimin arasından soyuq bir gizilti keçdi. Mən aşna sözünə nifrət edirəm. Xəfif yel söyüdlərin yarpaqlarını üzümüzə toxundururdu. Qurbağalar səslənirdilər. O isə səmada uçuşan ulduzlara baxırdı. Onun gözləri qapqara və kədərli idi. Gedək Naz xanım, gedək. Mən o səhər həmişəkindən tez qalxdım. Quzeylilərin düşərgəsindən səslər gəlirdi. Bəzən maşın fiti eşidilirdi, bəzən də motosikl səslənirdi. Onun gürültüsü uzaqlaşanda mən otaqda dərin bir yalqızlıq hiss eləyərək yoldaşlarımın gəlmələrini səbirsizliklə gözləyirdim. Qulu adəti üzrə hər səhər işə gedərkən mədəniyyət evinə baş çəkərdi. Bugün də qoltuğunda portfel gəlib söyüdlü arxa tərəf başı ilə işarə eləyərək bizimkilər başlayıblar, dedi. Bilirəm, Hümmət söz verib ki, rayondan ekskavator da göndərsin.
Azca sonra İmi ilə Cimi də gəlib çıxdım. Cimi Nuriyə xanım dedi. Biz bir təşəbbüs qaldırmaq istəyirik. Qulu pıqqıldayıb əli ilə ağzını tutdu. Nə təşəbbüsdür deyə mən də bilə ixtiyar gülümsədim. İmi nəzərlərini yerə dikərək kipriklərini tez-tez qırpmaqdaydı. Cimi qulunun gülməyinə əhəmiyyət verməyərək davam elədim. Bilirsiniz ki, biz Güneylilər böyük vətənpərvərlik eləyərək söyüdlü arxın quzey qışlağa qədər uzadılmasına icazə vermişik. İmi ləyaqətli bir əda ilə dostunun sözünü kəsdi. Ay Cimi, onlar hamısı məlumdur, müxtəsər elə. Müxtəsər odur ki, bugün böyük tarixi bir işə başlayan Quzeylilərə mədəni xidmət eləyək. Nə cür? Elə lap işin üstündəcə onlara bir konsert verək. Ay sağ ol. Qulu şəhadət barmağını yuxarı qaldırdı. Bax, bu təşəbbüsünüzə varam. İmi yalnız indi gözlərini qaldırıb mənə baxaraq izah elədi. Bilirsinizmi Nuriyə xanım, deyirik qoy rayon təşkilatları da, mərkəz də görsün ki, Güney cəmaatı öz qonşularına su da verir, mədəni xidmət də göstərir. Qoy görsünlər ki, Cimi məlumdur. İmi burnunu qırışdırdı. Nə olar, pis təşəbbüs deyil, deyə mən laqeyd ifadə ilə cavab verdim. Onsuz da biz onları mədəni şefliyə götürmək istəyirik. Şeflik ayrı, bu ayrı. Biz arxımızın suyunu çəkib aparanlara üstəlik konsert də veririk. Heç bilirsinizmi bu nə deməkdir? İmi əlini yellədi. Cimi məlumdur. Lakin Cimi davam edirdi. İmi bizim bu təşəbbüsümüzü mərkəzi mətbuata da yazacaq. Biz elə oradaca Quzeylilər üçün verəcəyimiz konsertin proqramını tutduq. 2 gün məşq eləyəndən sonra İmi alabəzək hərflərlə böyük bir afişa yazdı. Onu səliqə ilə taxtaya yapışdırandan sonra aparıb Quzeylilər işləyən yerdə söyüd ağacına vurdu. Afişanın lap baş tərəfində dostlara alovlu salam sözləri yazılmışdı. Axşam sərin düşəndə İmi, Cimi, Səriyə, mən, bir də Nazxanım yığışıb tarlı, qavallı getdi Quzeylilərin düşərgəsinə. Kəndlilər işdən sonra dincəlirdilər. Atel sədri üzünü taraş elətdirmiş və boynu nişastalı ağ köynək giyinmişdi. Mən ondan aramızda heç bir şey olmayıbmış kimi şən və sərbəst görüşdüm. O bərkdən Nuriyə xanım dedi. Nə yaxşı gəlmisiniz. Sizin konsertinizə qulaq asmaq hamımızın ürəyindən keçirdim. Sonra zarafatla əlavə elədi. O gecəki konsertinizdən sonra əməlli başlı şöhrət qazanmısınız. Mən də eyni zarafatla cavab verdim. Belə gözəl kompliment üçün sizə təşəkkür edirəm. Bizim bura gəlməyimizin təşəbbüskarı İmi ilə Cimidir. Kimsə, vallah kişilərin ruhu var, dedi. Digəri soruşdu. Bəs Qulu məşəribatda oynamayacaq? Qulunun əvəzindən üzr istəyirəm, dedim. Vacib iş olduğu üçün gələ bilmədim. Mazuta batmış kepkasını yan qoyaraq, əlində tüssülənən bahalı papiros tutmuş, nazik qarabığlı bir oğlan mənə işarə ilə, bəs bacı oxumayacaq, deyə yoldaşına göz vurdu. Mən onun hərəkətini görməməzliyə vuraraq gülümsüyüb, o barədə fikirləşərik, dedim. Sonra Murada müraciətlə soruşdum. Gecə burada ilandan qorxmursunuz? Gülüşdülər. Murad özü də gülümsəyərək, yorğun olduğumuz üçün yerə uzanan kimi yuxuya gedirik, dedi. Oya qalsaq bəlkə də qorxarıq. Mazutlu kepkasını yan qoyan oğlan yoldaşına xitabən bərkdən, sən ölməyəsən, dedi. Bayaq aşağı tərəfdə bir gürzə gördüm. Uzunluğu, yalan olmasın, düz 2 metr olardı. Oy, deyə mən ilandan qorxmuş adam rolunu elə oynadım ki, Murad mənim həqiqətən bərk qorxduğumu zənn eləyərək oğlana sərt bir nəzər saldı. Oğlan dərhal ciddi görünüş aldı, lakin Murad üzünü çevirəndə o yenə də yoldaşına göz vurub çiyinlərini qısa-qısa güldü. Bu adamların hamısı mənə təəccüblü dərəcədə yaxın və doğma görünürdü. Hamısına qanım qaynayırdı. Hamısının üzünə gülümsəmək, xoş bir söz demək istəyirdim. İcazə verirsinizmi konsertimizə başlayaq? Buyurun, buyurun, deyə yerbəyerdən səsləndilər. Başladığınız böyük iş üçün sizi təbrik edirəm. Gün o gün olsun ki, Quzey qışlağın söyüdlü arxa altında yaxşı bir şadyalanıq eləyək.
Sağ ol, çox sağ ol. Mən zarafatyanı bir ifadə ilə davam elədim. Su xoşbəxtlik idi, su aydınlıqdı. Düzdür, sağ ol. Günlər, illər gəlib keçəcək, Söğüdlü arx həmişə güneylilərlə quzeylilərin ürəkləri arasında yol salacaq. Arxasını dolu çuvala söykəmiş yaşlı bir kişi, o vaxt, dedi, Nəriman da indiki əməlindən peşman olacaq. Söğüdlü arx bütün acıqları, kədərləri yuyub aparacaq. Onun suyu ilə boy atmış ağacların kölgəsində gənc analar uşaqlarına layla deyəcək. Acıqlanmış cavan ərlər arvadlarını əfv eləyəcək. Günlər də Söğüdlü arx kimi sülhlə, mehribanlıqla axıb gedəcək. Çünki su xoşbəxtlikdir, su aydınlıqdır. Yaxşı deyirsən, bacı qızı, de gəlsin. Kürəyini dolu çuvala söykəyən kişi dərindən nəfəs aldı. Gecələr Söğüdlü arxda ulduzlar çiməcək. Ay işığında yuxulu yarpaqlar suya zərif kölgə salacaq. Quzey qışlaqda qurbağaların şən səsləri eşidiləcək. İndi ürəklərə əzab verən gizli dərdlər də o zaman xoş xatirələrə çevriləcək. Çünki su xoşbəxtlikdir, su aydınlıqdır. Vallah sağ ol. O qurbağanı yaxşı dedin. İndiyəcən eşitdiyimiz cırcırama səsi olub. Qapılarda cavan çınarlar qalxacaq. Alma, armud çiçəkləri arasında quşlar yuva salacaq. Söğüdlü arxın kənarında bitən yarpızlar hər tərəfə ətir saçacaq. Onların üzərində əlvan böcəklər uçuşacaq. O zaman saçları ağarmış atalar bığ yerləri təzəcə tərləyən gənc oğullarına baxıb iftixarla köks ötürəcəklər. Çünki su xoşbəxtlikdir, su aydınlıqdır. Sən ölməyəsən, ürəyim bir təhər oldu, deyə arxadan kimsə dilləndi. Kepkasını yan qoyan oğlan lap qabaqda bardaş qurub oturmuşdu. O da zarafat eləmirdi. Ağzını azca ayırıb dərin maraqla qulaq asırdı. İndi isə bizim hörmətli sazəndələrimiz Bağdaduru çalacaqlar. Əvvəla xahiş edirəm, əl vurasız. İkincisi, kimin sümüyünə düşsə durub oynasın. Gülüşüb əl vurdular. İminlə cimi çalmağa başladılar. Cavanlar, niyə ayağa durmursuz? Deyə arxasını çuvala söykəyən kişi yerindən dilləndi. Kepkasını yan qoyan oğlan bunu gözləyirmiş kimi qalxıb oynamağa başladı. Sağ ol, qaqaş. Ay namərd, ayaqlara bax, elə bir zalımın sümüyü yoxdur. Qaqaş həqiqətən qəşəng oynayırdı. Onun hərəkətləri ahəngdar, gözəl və mərdanə idi. Şit deyildi. Onun oyunu tükənməz həyat qüvvəsi və igidliyi ifadə eləyirdi. O hərdən başını qaldırıb yoldaşlarına baxaraq elə nəcib bir qürurla gülümsəyirdi ki, elə bil heç bayaq məni dolamaq istəyən oğlan deyildi. Murad diqqətlə oğlanın ayaqlarına baxırdı. Sanki onun nə dərəcədə düzgün oynadığını təyin eləmək istəyirdi. Bağdaduridən sonra Səriyyənin oxuduğu Qarabağ maralına qulaq asdılar. Sonra qaqaş ayağa durub məndən xahiş elədi ki, gülməli bir şey danışım. O güney qışlaqdakı kimi. Baş üstə, dedim. Heç sənin kimi oğlanın sözünü sındırmaq olar? Hamı gülüşdü. Murad da gülümsüyüb qaqaşa baxdı. Təbiətimdəki azacıq yumor qabiliyyətinə görə taleyimdən çox razı idim. Bu mənə xeyli kömək eləyirdi. Yalnız səhnədə deyil, həyatın özündə də. Bizim hörmətli klassikimiz Cəlil Məmmədquluzadənin Quzu hekayəsini danışmaq istəyirəm. Qaqaş yoldaşlarına tərəf dönərək, məktəbdə oxumuşam, ləzzətli şeydir, dedi. Mən Quzu hekayəsini qabaqcadan düşünüb hazırladığım qaydada nağıl eləməyə başladım. Məlum olduğu üzrə bu kiçik hekayədə kələkbaz bir kəndlinin bütün gününü eyş-işrətdə keçirən xanı necə aldatdığı təsvir olunur. Bir gün kəndli görür ki, xanın evində qonaqlıqdır. Buna görə də bir quzu götürüb aparır ki, bəlkə ağaya satıb bir xərclik alsın. Sərxoş xan quzunun əvəzində çıxarıb kəndliyə 3 manat verir. Ancaq kəndli ağanın bərk keyfli olmağından istifadə edərək pulla bərabər quzunu da götürüb aparar. Sonra bir gün həmin kəndə eşidir ki, xanın evində yenə də qonaqlıqdır. Durub gəlir xanın qapısına.
Keçən dəfə quzunun pulunu vermədiyini söylüyor və xan bərk keyfli olduğundan yenə də ona 3 manat verir. Beləliklə bunu bir neçə dəfə təkrar eləyir. Mən danışdıqca həm kəndlinin, həm də xanın roluna girirdim. Ağanın keyfli kəndlinin qabağında dayanaraq nə pul, nə quzu deməyini elə yamsılayırdım ki, hamı, hətta Muradın özü də gülməkdən uğunub gedirdi. Mən danışıb qutarandan sonra xeyli müddət əl vurdular. Çox gülsəz dadı qaçar, dedim. İndi də hamınızın dostu Cimi sizin üçün seygah oxuyacaq. Özümsə gedib Naz xanımla Səriyənin yanında oturdum. Fənərlər aralı olduğundan yerimiz qaranlıq idi. Ona görə də mənim özümü daim şən göstərməyə çalışmağıma daha ehtiyac yox idi. Mən buradan hər bir kəsə istədiyim qədər baxa bilərdim. Yaxındakı fənər Muradın üzünün bir tərəfinə işıq salmışdı. Lakin işıq zəif olduğundan onun gözləri iri, qara dairə kimi görünürdü. Bayaq mənim hərəkətlərimə onun necə ürəkdən güldüyünü dönə-dönə xəyalımdan keçirir. Bir ana, bir bacı riqqəti ilə qaranlıqdan ona tamaşa eləyirdim. Seygah başlanan kimi onun üzü tutuldu. Elə bil ki, bu dəfə ona ağır bir əhvalat söyləyəcəkdilər. Lakin Seygah həyatımızın bizə təsəlli olan əbədi ahəngindən danışırdı. Seygah keçən dəfəki hekayətinə davam eləyərək deyirdi ki, bütün insanlar kimi sənin də öz saadətini istəməyə haqqın var. Lakin sən gecikmisən, o artıq başqasınındır. İndi sənin öz saadətini geri qaytarmağın üçün bir başqasının ağır istirabları, göz yaşları lazımdır. Lakin yazıq Nuriyə, sən bunu istəməzsən. Çünki o anadır. Ana isə yer üzündəki məxluqatın ən əzizi, ən müqəddəsidir. Sən onun əzablarına dözməzsən, çünki o anadır. Sənin bədənin möhkəmdir, sən uşaqlıqdan qəm-qüssənin ağır yükünü daşımağa öyrənmisən, həyatının ağır günlərində taleyindən şikayət eləməmisən, sən dözümlüsən. Bu qaydadır, həyat özü həmişə dözümlülərin yükünü artırır. Sən öz əzablarınla kimsəni incitməməyi bacarırsan, sən aktrisasan, lazım gələndə göz yaşlarını şən qəhqəhəllərlə əvəz eləyə bilərsən. Sən böyük sevgi hicranının nə demək olduğunu duyub hiss eləmisən, sən cəfalar çəkmiş bir qızsan Nuriyə. Seyyahın hekayəti bu yerdə sanki başqa bir fəslə keçmək üçün qırıldı. Mən sıçrayıb ayağa qalxdım. Kətilin üstümə qoyulmuş fənərin işığını gəlib gülə-gülə görünür Seygah o qədər xoşumuza gəlib ki, xoşunuza əl vurmaq da yadınızdan çıxıb. Sanki yuxudan aylaraq bərkdən əl vurdular. Səriyə bir də mahnı oxuyandan sonra İndi isə, dedim, sizə şirin yuxu arzu eləyirəm. Səhər tezdən günəş çıxacaq. Siz sevinç içində qalxıb, söyüdlü arxı qazımağa başlayacaqsınız. Sonra məxfi bir şey söyləyirəmmiş kimi başımı azca qabaq əyərək, əlimi ağzıma qoyub mülayim bir təbəssümlə pıçıldadım. Çünki su aydınlıqdır, su xoşbəxtlikdir. Bərkdən gülərək təkrar əl vurdular. Qaqaş ayağa qalxıb dedi, ancaq bir təvəqqəmiz var. Buyurun, xahiş edirik bu axırıncı gəlişiniz olmasın. Yəni konsertimiz xoşunuza gəldi? Mən sadə deyil, məsum bir qız ədası ilə soruşdum. Gəldi, deyə gülüşərək cavab verdilər. Eyni məzəli sadəli ilə ah çəkərək, xoşa gəlmək elə yaxşı şeydir ki, dedim. Baş üstə, tez-tez gələrik. Ancaq gərək siz də bizim mədəniyyət evinə gələsiz. Orada nə var ki? Alma dolması, deyə kimsə yavaşdan səsləndi. Gənclərin qulağı bu sözü dərhal aldı. Orada-burada pıqqıldayıb güldülər. Muradın qaşları çatıldı. O şit zarafat eləyən oğlana tərəf çevrilib nə isə demək istədim. Lakin mən qan qaralığına yol verməmək üçün şən bizim mədəniyyət evində hər şey var dedim. Tar, qaval, piano, çalan, oxuyan, gözəl kitablar.
Murad ayağa qalxaraq yerlilərə müraciətlə gəlin dedi. Əvvəlcə bu axşamki konsert üçün Nuriyə xanıma və onun yoldaşlarına təşəkkür eləyək. Sonra da Qaqaş deyən kimi xahiş eləyək ki, bizi yaddan çıxarmasınlar. Alqış səsləri kəsiləndən sonra çox sağ olun dedim. Tez-tez gələcəyik. Biz incəsənət adamları öz tamaşaçılarımızı asanlıqla yaddan çıxara bilmirik. Səsimin titrədiyini hiss etdirməmək üçün gülümsəyərək əlavə elədim. O qədər də utancaq qonaq deyilik. Ancaq mən arzu edirəm ki, sizin Qaqaş da gəlib bizim konsertlərimizdə iştirak eləsin. Nə cür iştirak eləyim? Deyə Qaqaş təəccüblə soruşdu. 2-3 rəqs hazırlayırsınız, biz də onları repertuarımıza salarıq. Konsertlərdə çıxıb oynayarsınız. Sizdə gözəl istedad var. Gənclər yenə gülüşdülər. Nə var deyə Qaqaş bərk acıqlandı. Bacı bir sözdü deyir dayına, elə mən o saat gedib artist olmadım ha. Artist olanda nə olar ki, məyər mən pisəm, deyə zarafatyana soruşdum. Pis niyə olursunuz? Ancaq hərənin bir işi var. Siz arteldə nə iş görürsünüz? Bu bizim yaxşı traktorçularımızdan biridir. Murad onun əvəzindən cavab verdi. Siz bunun hələ başqa oyunlarını görməmisiniz. Görsəz, əl çəkməzsiniz. Onsuz da mən əl çəkən deyiləm. Qaqaş, işim bitdi. Artistliyi pis deyil ki. Özüm ölüm, Qaqaşdan lap yaxşı artist çıxar deyə oradan-buradan söz atdılar. Cavanlardan biri barmağını yuxarı qaldırıb, bağışlayın, dedi. Qaqaşın da o Bakıdakı oynayanlar kimi xəncər çuxası olacaq. Qaqaş təhdid edici görünüş aldı. Özünə əl asala, sülü, yoxsa bilirsən ha? Murad dedi, sən bunlara qulaq asma. Qaqaş, yaxşı oynamaqda da, çalmaqda da, oxumaq, şeir yazmaq kimi bir qabiliyyətlidir. Vaxtın olanda ged mədəniyyət evinə. Qoy Nuriyə xanımın dəstəsində Quzeylilərdən də bir nəfər olsun. Kimsə yerindən dilləndi. Sonra Güneylilərin acığı tutur. Acığımız niyə tutur, deyə Naz xanım cavab verdi. Siz kimsiz, biz kimik? Doğrudur, Murad onun sözünə qüvvət verdi. Biz bir cəmaatıq. Naz xanım dil açdı. Canın üçün Murad, mən ömrümdə sizlə özümüzə təfavüt qoymamışam. Bilirəm, vaxt gələr ki, suyumuz bir olan kimi kəndlərimiz də birləşər. Aramızda elə bir uzun məsafə yoxdur. Bir cavan oğlan dedi. Suyumuz olandan sonra hərə başlayacaq özünə təzə ev tikməyə. Bir də gördün gəlib çıxmışıq lap buralara. Biz kəndlilərlə vidalaşdıq. Muradla Qaqaş bizi Söyüdlü Arxın körpüsünə qədər ötürdülər. Daha siz zəhmət çəkməyin deyə mən ayaq saxladım. Elə bu zaman göydən düşmüş kimi Saadət qaranlıqdan çıxıb bizə yaxınlaşdı. Nə olub, hardan belə, deyə Murad acığından soruşdu. Yoxsa sizin konsertinizə başqaları qulaq asa bilməz? Saadət bacı, gecikmisən, deyə Qaqaş sadəlöflü ilə gülümsədi. Eybi yoxdur, ikinci dəfə vaxtında gələrik. Murad mülayim səslə dedi. Axı gecə vaxtı 4-5 kilometr yolu piyada, yolda motosikilli bir oğlana rast gəldim. Saxlayıb məni də tərkinə götürdü. Qəflətən başına toxmaq dəymiş adam kimi gözlərim qaraldı. Biz düşərgədə olduğumuz müddətdə yoldan heç bir motosikl zad gəlib keçməmişdi. Oxun haraya atıldığı aydın idi. Mən özümü ələ almaq, ona xoş bir söz demək istəyirdim. Ürəyimə hücum eləyib məni öz hökmü altına almağa çalışan kin və qəzəb dalğaları qarşısında mərdanəli ilə dayanmağa, təslim olmamağa cəhd eləyirdim. Məni qova-qova namərd eləmək istəyirdilər. Lakin mən əsirliyə, köləliyə, hər şeydən çox nifrət eləyirdim. Mən bu ulduzlu göylərə, bu qaranlıq çöllərə, yoldaşlarımın və dünyada mənim üçün ən əziz olan bir adamın üzünə azad baxmaq istəyirdim. Murad, xudafiz Nuriyə xanım, deyə bizdən ayrılaraq arvadı ilə getdi. Güney Qışlaq kəndinin girəcəyində İmi ilə Cimi də öz evlərinə döndülər. Naz xanımla mən Səriyəni aparıb ötürdük. Naz xanımı od götürmüşdüm. Sən bir bunun hirsinə, hikkəsinə bax, adama xoş gördük də demir. O demədi, sən deyəydin. Niyə, nə olub? Mən ondan əski kişinin qızıyam, nədir?
Utanıb ölmür. Durub gecə vaxtı o kənddən bu kəndə gəlir. Güya bunun ərini hop eləyib udacaqlar. Onun saadət üçün utanıb ölmür deməsi mənə çox pis təsir elədi. Elə bil bu sözlərlə məni təhqir elədi. Yaxşısı budur başqasının sözünü danışmayaq, deyə dalğınlıqla cavab verdim. O incidi. Mən başqasının sözünü danışan deyiləm. Sənə görə acığım tutdu. Daxilən keçirdiyim böhrandan başımı o qədər itirmişdim ki, bu sadə, səmimi dostumun ürəyini nə cür alacağımı bilmədim. Biz Nəriman əmigilin qapısından keçərkən qonşu həyətdən çıxan Qərənfil bacıya rast gəldik. Xoşbeşdən sonra sən Allah gedək biraz oturun, dedi. Mən də darıxıram. Nəriman əminin keyfi necədir, deyə soruşdum. Neçə gündür görmürəm. Nəriman əminin işi uzundur. O gecədən bəri nə mənlə danışır, nə Hümmətlə. Gündüzlər evdən çıxmır. Gecələr atı minib, hara isə gedir. Soruşuram, cavab vermir. Qərənfil bacı bir qədər sustuqdan sonra əlavə elədi. Saatda bir görəcəksən qulu gəldi. Çəkildilər aşağı başa. Nə danışdılar, danışmadılar, qayıdıb getdi. Qərəz, kişinin işi olub bir sir. Bu əhvalat məni çox maraqlandırdı. Ne üçün quludan soruşmursuz ki, nə danışırlar? Elə bil soruşdum, deyər. Bəs Nəriman əmi gündüzlər evdə neyniyir? Sabahdan axşamacan bu eyvanda var gəl eləyib fikirləşir. Soruşanda da üzünü o yana çevirib cavab vermir. Uzaq olsun, qorxuram kişinin başına hava gələ. Sən də qoy görək, Naz xanım dilləndi. Daş kimi kişinin başına, dağ kimi kişinin başına hava niyə gəlir? Nə bilim, lap qalmışam məəttəl. Çox keçmədən Nəriman əmi qaşqa ürgənin üstündə həyətə girib həmişəki kimi cəld və gümrah hərəkəti ilə atdan düşdü. Başını qaldırıb bizə tərəf baxmadan atın yəhərini alıb tövləyə çəkdim. Sonra eyvana çıxıb mənə müraciətlə "Hə bacı qızı, nə var nə yox?" deyə bərkdən soruşdu. Və cavabımı dinləmədən şapkasının təkiyyənin üstünə ataraq ağ tüklü biləklərini çirməyib əl-üzü yana yaxınlaşdı. Yəqin ki, qabın boş olduğunu görüb üzünü bağa tərəf tutdu. "Ayşaq, deyin burası töksünlər." Əlbəttə bu söz Qərənfil bacıya aid idi. Ona görə də arvad bizə göz vuraraq cəld qalxıb əl-üzü yana su tökdü. Nəriman əmi neçə gündən bəri taraş edilməmiş çəhrayı üzünü, başını, yoğun ətli boynunu sabunlayıb, ətrafa ağ köpük və su sıçrada səsküylə yuyundu. Yenə də ayaqlarında təzə uzun boğaz, əynində nazik sürməyi parçadan köynək və şalvar var idi. Yenə də belinə enli tokka çəkmişdi. Tiftikli ağ məhraba ilə bərk qurlanandan sonra mənlə üzbəüz əyləşdi və yenə də üzünü bağçaya tutaraq bərkdən soruşdu. "Ayşaq, bir stəkan çaydan zaddan yoxdur?" Qərənfil bacı quş kimi süzərək aşağı başdakı samavarın yanına getdi. Kişi mənim üzümə baxmadan, "Nə bacı qızı?" dedi. "Eşitdim bu axşam Quzeylilərə seygah oxuyurmuşsuz." Bila ixtiyar gülümsəyərək, "Bəli," dedim. "Onların mədəni şefliyə götürmüşük. Hələ özünüzə umac olmamış, başqasına ərişdə kəsirsiniz. Güney qışlağın hesabına hər gün Quzeylilərə kef verirsiniz. Əlbəttə bu sizin başınızın ucalığıdır." Lakin Nəriman əmi məni dinləməyərək sözünə davam elədi. "Bircə o qalıb ki, Çıraq oğlum Murad dəstəsini çəkib gəlsin ki, bu evlərdən də köçün, biz olacağıq." Qərənfil bacı məcməydə bizim üçün çay və mürəbbə gətirib süfrəyə qoydu. Vallah, söyüdlü arx gedib Quzey qışlağa çatandan sonra onlar bizimkilərdən də yaxşı evlər tikəcəklər. Nəriman əmi üzünü bağçaya tərəf tutaraq, "Xahiş olunur," dedi. "Cəmaat bizim adımızı tutmasın." Naz xanım gizlin təbəssümlə stolun altında dizini dizimə toxundurdu. "Vallah, adını da tutacağım, hələ o yana da ötəcəm. Sənsiz mənim bir günüm olmasın." Nəriman əmi bağçaya xitabən giləyləndi. "Bunlar hamısı quru sözdür. Gördük vəfanızı. Ağac götür döy məni, amma elə demə.
İndi Qərənfil bacının səsində əvvəlki zarafatyana ahəng deyil, yalnız onların özlərinin anlaya biləcəyi çox dərin bir hiss duyulurdu. Nəriman əmi yəqin ki, bu hissin təsiri ilə öz kişilik mətanətini itirəcəyindən qorxaraq dərhal mənə müraciətlə söhbəti dəyişdi. "Hə, bacı qızı, demək getdiniz Quzeylilərə seygah oxudunuz." Elə bu zaman Qulu əlində portfel tələsik eyvana çıxdı. Ağzını açıb bizə salam vermək istəyirdi ki, Nəriman əmi cəld yerindən qalxıb onu aşağı başa çəkdi. Mühasib bir gözü bizdə olduğu halda nəysə tez-tez deyirdi. Nəriman əmi birdən özündən çıxaraq qışqırdı. "Mənim adımdan ona deyərsən ki, bu il pambığın hamısı maşınla yığılacaq. Bildin? Maşınla." Birdən kişi bizim qulaq astığımızı görüb sustu. Sonra qəddini düzəldərək pıçıltı ilə danışmağa başladı. Qulu altdan yuxarı ona baxırdısa da, balaca qara bəbəkləri tez-tez bizə tərəf qaçır, mənim nəzərlərimlə qarşılaşır və bu vaxt onun üzü çox gülməli ifadə alırdı. Nəhayət Nəriman əmi, "Yaxşı," deyə bərkdən səsləndi. Bu zaman Qulu fürsət tapıb bizi salamladı. "Axşamınız xeyir, Nuriyə xanım. Eşitdim bu axşam konsertiniz qiyamət keçib. Pis olmadı. Heyf ki, mən vaxt eləyib gələnmədim." Nəriman əmi hövsələdən çıxdı. "Qulu, işində ol." "Deməli, sədr sabah yox, o biri gün biz pambıq yığımına deyə Nəriman əmi sirrinin açılacağından qorxaraq Quluya gözünü ağartdı. Mühasib müqəssir halda susaraq başı ilə bizə xudafiz işarəsi eləyib getdi. Sədr gəlib əyləşdi. "Nəriman əmi," dedim. "Mən idarə heyətindən xahiş eləmək istəyirəm, Mədəniyyət evi üçün 4-5 dəst rəqs paltarı dikdirməyə icazə versin." "Nə paltarı?" "Rəqs paltarı. Yəqin ki, filarmoniyada görmüsünüz. Biz də balaca bir rəqs dəstəsi düzəltmək istəyirik. Çox istedadlı gənclər var. Bayağı Quzey qışlaqlı bir oğlan öz oyunu ilə məni lap heyran elədi." Quzey qışlaqlı sözünü eşidən kimi kişi üz gözünü turşutdu. "Mənə dəxli yoxdur. Mən sədr deyiləm." Qərənfil bacı bizə göz vurdu. "Əşi, sənin nə ixtiyarın var, özünü sədrlikdən azad eləyəsən?" Nəriman əmi bağa xitabən cavab verdi. "Xahiş olunur cəmaat bizə hücum eləməsin. Bu da söyüdlü arxın məsələsi deyil." "Deməli biz sənə hücum eləmişik?" "Biz cavab verməyəcəyik." Ay Nəriman, bircə sənin bu küsməyin olmayaydı. Lap adamın ürəyi qısılır." Nəriman əmi gözlərini bağdan çəkməyərək bu dəfə nazik və yumuşaq səslə "Adam ürəyini qısmasın," dedi. "Bunun ürəyə qətiyyən dəxli yoxdur." Nazxanım stolun altından mənim dizimi bastı. "Necə dəxli yoxdur əşi, məyər biz işi ürəklə görmürük?" deyə Qərənfil bacı mənə göz vurdu. "Xahiş olunur cəmaat böhtana əl atmasın." "Yazıq canımız, axırda böhtançı da olduq. Bu yönü Quzey qışlaqlı, ballı qarını görmüşəm. Deyir lənət Yezidə, Allah Nərimanın ömrünü uzun eləsin. Biz də qapımızda su görərik." Ballı qarı. Ballı qarı yaxşı arvad idi. Niyə Nəriman belində torpaq daşıyanda, dik-dik ortalıqda gəzən calcıoğullarını demirdi ki, su bizə də lazımdır? Belə yaxşı arvad idisə, əşi qammayanı öldürməzlər ki. Qətiyyən düz deyil, deyə Nəriman əmi bağa xitabən təkrar elədi. Qətiyyən düz deyil. Biz hər səhvi bağışlasaydıq, bu boyda işlər görə bilməzdik. Deməli gərək indi biz sənin səhvini bağışlamayaq? Qərənfil bacı oğrun təbəssümlə mənə baxdı. Hansı səhvimi? Deyə kişi istehza ilə bağdan soruşdu. Bəs o gün iclasda demədik, belə xüsusiyyətçilik səhvini. İclasda düz eləmədiniz, deyə Nəriman əmi təqsir məndəymiş kimi gözünü bağdan çəkib, qəzəblə üzmə baxaraq qışqırdı. İndiki zamanda gərək hamı zəhmət çəksin. Hamı özünü işə versin. Heç kəs dayanıb gözləməsin ki, qonşu onun üçün nə vaxt su çəkər. Söyüdlü arıq güney qışlağındır. Mənim nankör bacım oğlu stol başına keçən kimi özünü yuxarının yanında yaxşı göstərmək üçün bu həngaməni çıxartdı. Çörəyi ilə böyüdüyü kəndini bir mala desə satdı.
insafsız danışma işi. Hümmətin özünü yaxşı göstərməyə nə ehtiyacı var idi? Hamı onun başından dikir. Qərənfil, bəsdir, bəsdir. Məni haldan, təbdən çıxartma. Sağ ol əşi. Neçə gündür mənim adımı çəkmirdin. Dünya gözümə görünmürdü. Qərənfil, sənin baldızın oğlu nankördür. Əşi, sən Allah, necə qıyıb hümmət elə deyirsən? Elə olmasaydı, dünən 6, bugün 5, mənlə cambaza çıxmazdı. Atalar yaxşı deyib, kör atlanar, öz kəndini çapar. Nəriman, sən bir kəndin dərdini çəkirsən, amma o bütün rayonun bir daxı hümmət zorla eləmədi. Görmədin ki, cəmaat özü razılıq verdi? Cəmaat sözünü eşitdikdə elə bil odun üstünə su tökdün. Kişinin acığı bir anda söndü. Üzü gücsüz və pərişan bir ifadə aldı. Günəşdən yanmış iri əli ilə alnını ovuşdurub, məyus nəzərlərlə bağçaya baxdı. Gözləri onda olan Qərənfil bacı bu dəfə ciddi və mehriban səslə "Ay Nəriman," dedi, "bu uşaqlar da özgə deyil. 30 ilə yaxındır səndən bir damın altında yaşayırıq. Mən həmişə səndən xəcalətəm. Çünki bu cür cüvanizəni," Naz xanıma işarə elədi, "uşaq üstündə əri atıb getdi. Amma sən, bu sözlər nəyə lazımdır Qərənfil? Dediyim odur ki, sən nə cür adam olduğunu, sənin nə cür adam olduğunu mən də bilirəm. Xalq da bilir. Bu 30 ildə mən bir dəfə görməmişəm ki, sən cəmaatın dərdini, odunu unudub özün haqqında düşünəsən. Bu sözlər artıqdır Qərənfil. Artıq olsa da deyəcəyəm. Sən həmişə bu kənddə böyüyə, kiçiyə ata olmusan. İndi ay Nəriman, həmin cəmaat haqq bir iş üstündə sənin sözünü yerə saldı. Gərək bundan inciməyəsən. Kişi dərindən nəfəs aldı. Sənin yaşın 60-a çatıb. Mən də qocalmışam. Biz öz cəmaatımıza qulluq eləyə-eləyə gəlmişik, elə də gedəcəyik. Ürəyimi bir tərilədin, ay Qərənfil xala, deyə Naz xanım söhbətə qarışdı. Vallah, neçə gündür Nəriman əmini kəndin arasında görmürəm, elə bilirəm bir şey itirmişəm. Mənsə bir söz demirdim. Mən onları dinlədikcə qeyri-iradə olaraq özüm haqqında düşünürdüm. Gecədən xeyli keçməsinə baxmayaraq yatmaq istəmirdim. Ürəyim doluydu. Kağız qələm götürüb 2 gün qabaq məktub aldığım rəfiqəm Aynaya cavab yazmağa başladım. Əziz bacım, məktubunu otağıma qapanıb ürək döyüntüsü ilə oxudum. Sən onunla mənim münasibətimin mabədini bilmək istəyirsən. Hər şey öz yolu ilə gedir. Anadan dözümlü doğulduğum üçün taleyimə təkrar təşəkkür eləyirəm və bilirəm ki, hər əzabın bir sonu vardır. Biraz qabaq bizim artel sədri Nəriman əmgildəydim. Onların ər-arvad sözü söhbəti, umuküsülləri ancaq və ancaq başqaları haqqındaydı. Hiss eləyirdim ki, hər gün bir yerdə işlədikləri insanların həyatı onların öz həyatı olub. Hiss eləyirdim ki, bu insanların taleyi eyni ilə öz şəxsi taleyləri kimi onları həyəcanlandırır, sarsıdır, hətta bir-birindən küstürür. Demək, yalnız öz əzablı duyğularınla deyil, ikinci və daha böyük bir həyatda da yaşamaq mümkündür. Əgər mən bunu indi hiss eləyərək sənə yazıramsa, demək bu doğrudan da belədir. Mən bu sözləri özümü aldatmaq üçün demirəm. Mən heç bir zaman öz vicdanımın qarşısında ikiyüzlülük eləməmişəm. Əlbəttə, hər gün onu özümlə bir damın altında görmək, onun yaxınlığını hiss eləmək mənim üçün yalnız nağıllarda eşitdiyim bir saadət olardı. Vaxtda ki, bu mümkün deyil, o zaman neynəmək? Onsuz yaşamaq mənim üçün nə qədər çətin olsa da həyatdan getmək istəmirəm. Çünki bu, mənim tərəfimdən namərdlik olardı. Belə çıxardı ki, mən onsuz çəkəcəyim istirablardan qorxaraq həyatıma son qoyuram. Bu axşam verdiyimiz konsertdə onun yoldaşlarının mənim söz və hərəkətlərimə necə ürəkdən güldüklərini düşündükcə fərəhimdən gözlərim yaşarır. Demək, mən də onlar üçün bir şeyə yarayıram. Demək, mən də Nəriman əmi kimi, Qərənfil bacı kimi öz vətəndaşlarıma xidmət edə bilirəm. O isə mənim üçün vətəndaşların ən əzizi deyilmi? Qəlbimdəki yara için sızlasa da üstü köz bağlayır.
Mən ətrafdakı adamlarla zarafatlaşır, danışıb gülürəm. Bütün günü ora-bura qaçaraq, gah kitabxanaya gələn kəndlilərin suallarına cavab verir, gah onlar üçün qəzet və jurnallardan maraqlı xəbərlər oxuyuram. Gah dram dərnəyimizdə məşq eləyirəm, gah hazırlamaq istədiyimiz 50 yaşında cavan musiqili komediyasında iştirak eləmək üçün Naz xanımı dilə tuturam. Mənə elə gəlir ki, bunların hamısını da onun üçün, o bu dünyada yaşadığı üçün eləyirəm. Yalnız bircə şey, onun ailə həyatındakı dram məni çox pərt eləyir. Onun arvadı yer üzündəki qadınların ən gözəlidir desəm, mübaliğə sanma. Onun oğlu o qədər qəşəng, o qədər sağlamdır ki, görsən valih olarsan. Heyif ki, insanların qəlbinə girmək mümkün deyil. Əgər mümkün olsaydı, mən saatın necə xoş vaxtında yarandığını saadətə hiss elətdirərdim. Mən ona deyərdim ki, sənin əsassız üzüntülərin, şübhələrin bu böyük saadətin qarşısında heçdir, əzizim. Sən nahaq yerə ərin üçün elədiyim kiçik bir xidməti mənə çox görürsən. Güclülər, xoşbəxtlər bu qədər amansız, bu qədər xudpəsənd olmamalıdırlar. Rəhmətli nənəm həmişə deyərdi ki, igid bastığını kəsməz. Biz qadın olanda nə olar? Məyər igidlik yalnız kişilərə mi aiddir? Aynacan, mənim indiki halımın səni çox pərişan elədiyini yazırsan. Elə demə, əziz bacım. Çünki mən heç olmazsa bircə nəfərin, sən dünyada mənim bu sirrimi bilən yeganə adamsan. Mənim bədbəxt olmadığım haqqındakı inamımı təsdiq eləməsini istəyirəm. Mən buna möhtacam. Axı mən doğrudan da bədbəxt deyiləm. Onu öz canından 1000 dəfə artıq istəyən bir adam necə bədbəxt ola bilər? Gecən xeyrə qalsın, əzizim. Mən də dururam, yatam. Sabah işə gecikməməliyəm. Tez-tez məktub yaz. Səni qucaqlayıb bərk-bərk öpürəm. Bacın Nuriyə. Səhər kən mağazasından qaydanda şofer Almurad sədrin Pobedasında qabağıma çıxdı. Maşını saxlayıb, sabahınız xeyir Nuriyə xanım, dedi. Gəlin əyləşin aparım. Çox sağ ol Almurad, piyada getmək istəyirəm. Belə tezdən hara gəlirsən, hardan gəlirsən? Xəbəriniz yoxdur? Nəriman əmi sancılanmışdı. Apardım rayon xəstəxanasına qoydum. Həkim nə dedi? Nə bilim, deyirlər güya bağırsağı çevrilib. Qərənfil bacı da getdi. Yox, qulu ilə aparmışdıq. O qaldı yanında, mən qayıtdım. Bu əhvalat məni xeyli kədərləndirdi. Bilirdim ki, bağırsaq çevrilməsi ağır xəstəlikdir. Cərrahiyyə əməliyyatı lazımdır. Bu isə Nəriman əmi kimi kök və yaşlı adam üçün asan iş deyil. Lakin dünyada nə olursa olsun, həyat öz qaydası ilə davam eləyəcəkdir. Biz hər günkü kimi saat 3-ə qədər məşq elədik. Axşam səhərini qalxanda kitab götürüb, Söyüdlü arxın üstünə getdim və Quzeylilərin düşərgəsi yaxınlığında xəlvət bir yerdə oturub mütaliə elədim. Mən onların səs-küyünü eşidirdim. Murad tez-tez ora-bura gedir, bəzən dayanıb əlinin hərəkəti ilə adamlara nəysə deyirdi. Qürub günəşinin dolayı qəmgin şüaları ilə işıqlanmış geniş çölün fonunda onun görünüşü mənim üçün yalnız bir xəyal, bir nağıl idi. Sonra o motosiklə əyləşib, sürətlə öz kəndlərinə tərəf getdi. Elə bil bütün insanlar, bütün həyat bir anda məni tərk eləyib, tamam başqa bir aləmə köçdü. Elə bil mən hamı tərəfindən unudulub yurtda qaldım. Lakin mən özümü bu hissin, bu ağır dərdin öhdəsindən öhdəsinə ata bilməzdim. Mən ah çəkmədim. Ürəyimin ağrısına dözmək üçün dişlərimi bərk-bərk sıxıb, üzümü o biri tərəfə çevirdim. Bu zaman iki atlının toz qopara-qopara çapdığını gördüm. Onlardan birinin Nəriman əmi, digərinin isə qulu olduğunu görüb təəccüb elədim. Nəriman əminin əynində xəstəxana paltarı vardı, başı açıq idi. Onlar məni görmədən Söyüdlü arxın taxta körpüsünü keçib getdilər. Görünüşləri çox məsələ olduğundan istər-istəməz gülümsədim və motosiklin gözdən etdiyi tərəfə baxdım. Mütaliə eləyə bilmirdim, qalxıb körpünün üstünə getdim. Mən orada dayanıb Söyüdlü arxa tamaşa eləməkdən qəribə bir rahatlıq, xoşallıq duyurdum. Elə bil əsəblərim hər cür gərginlikdən xilas olub dincəlirdi.
Arxa tərəfə əyilmiş bir yarpızın balaca, zərif yarpağı axan suya təmas elədiyindən bir aram titriyirdi. Elə bir söyüdlü arx onu qoparıb aparmaq istəyir. Yarpaqsa nə buna razı olur, nə də sudan ayrılırdı. Elə bilsən mənim həyatımsan, ancaq mən sənlə getmək istəmirəm deyə o suya səssiz nəğmə oxuyurdu. Kəndə qayıtmaq istəyirdim ki, təcili yardım maşını sürətlə gəlib körpünün yanında dayandı. Şofer başını kabinədən çıxarıb məndən soruşdu. Bağışlayın, biraz qabaq bu kəndə 2 atlı gəldim. Necə məyər? Qəhrəman qaçıb. Hansı qəhrəman? Şoferin yanında oturmuş ağ xalatlı qız həyəcanla izah elədi. Bilirsinizmi, Nəriman əminin bağırsaqları çevrildiyi üçün bugün operasiya olunmalıydı. Ancaq bunu eşidən kimi xəstəxana paltarında çıxıb qaçıb. Axtarmamış yer qoymamışıq. Axırda bir uşaq dedi ki, biri xəstəxana paltarında 2 atlının qəsəbədən çıxdığını görüb. Siz bu kənddə olursunuz? Bəli. Xahiş eləyirəm Nəriman əminin evini bizə göstərəsiz. Baş üstə. Qız şoferə sarı çəkilərək yanında mənə yer elədi. Ağ xalatlı qızla sədrin bağçasına daxil olduğumuz zaman qəribə bir mənzərə gördük. Nəriman əmi ilə qulu iydə ağacının altında oturub kabab yeyirdilər. Nəriman əmi yaxşı qızarmış maça sümüyünü dişinə çəkərək, yaşının 60-a çatmasına baxmayaraq onun dişləri sədəf kimi idi, nə isə deyir, qulu da çiyinlərini qısıb, gözlərini yumaraq gülməkdən qəşş eləyirdi. Onlardan biraz o tərəfdə qərənfil bacı yerə çökərək kabab şişləri düzülmüş ocağı yelləyirdi. Ağ xalatlı qız əvvəlcə dayanıb elə bir gözlərinə inanmadı. Sonra birdən sədrə tərəf qaçaraq qışqırdı. Yoldaş Geroy, yoldaş Geroy, nə qayırırsınız? Sizin bağırsağınız çevrilib. Nəriman əmi dik atıldı. Əşşi, sağ olmuşun qızı, məni lap diksindirdin. Gəlin, yaxşı gəlmisiniz. Gəlin oturun, kababdan zaddan yiyin görək. Siz nə danışırsınız? Durun, tez olun, cərrah sizi gözləyir. Xahiş eləyirəm əyləşəsiz. Ağ xalatlı qız qalxıb ayaq üstə dayanmış qərənfil bacıya tərəf çöndü. Siz neyinirsiniz xala? Bəs bağırsağı çevrilən adama kabab vermək olar? Qərənfil bacı, neyiniyim ay qızım, istədiyi mən də bişirdim. Qulub qıldıyıb əli ilə ağzını tutdu. Ağ xalatlı qız yanıb tökülərək, bax özünüz cavabdehsiz, deyə hədələdi. Sonra mənə müraciətlə soruşdu. Bağışlayın, sizin familiniz nədir? Adım Nuriyyədir. Yoldaş Nuriyyə, siz də şahid olun ki, nə qədər çalışdım, qəhrəman mənim sözümə qulaq asmadı. Özü də əyləşib qısa boylu bir adamla kabab yiyir. Qız qısa boylu sözlərini deyərkən qəzəblə quluya baxdı. Lakin mühasib pərt olmadı. Eyni şənliklə, yoldaş həkim, dedim. Xahiş eləyirik, əyləşib bu kababın dadına baxasız. Sizə hörmət eləyək, qulluğunuzda olaq. Ağ xalatlı qız heç bir söz demədən, hətta mənlə də xudafisləşmədən dönüb sürətli addımlarla həyətdən çıxdım. Nəriman əmi onu səslədi. Yoldaş həkim, bir dəqiqə dayanın. Qərənfil xəstəxananın paltarını da versin, aparın. O indi öz paltarındaydı. Özünüz göndərərsiz. Darvazanın arxasından qızın səsi eşidildi. Təcili yardım maşını yola düşdü. Sən Allah otu, deyə qərənfil bacı qolumdan yapışıb məni əyləşdirdi. Nəriman əmi nəşəylə başını bulayaraq, siz ölməyəsiz, deyirdi. Bu həkimlərin işi lap qəmədiyyədir. Mən soruşdum, bəs necə oldu ki sancınız kəsdi? Canım üçün elə həkim deyən kimi bağırsağı çevrilib, gərək yarılsın, elə bil heç sancı zad yoxmuş, hamısı xırıb kəsdi. Digər əl çəkmirlər, deyirəm canım, heç bir şeyim yoxdur. Deyirlər, sən bilmirsən, bağırsağın çevrilib, gərək qarnını yaraq. Gördüm, diri gözlüm məni yıxıb kəsəcəklər. Dedim, qulu, tez mənə at, maşın səs-küy qaldırar. Qulu qərənfil bacının gətirdiyi kababı alıb mənim boş qabıma çəkərək, yaxşı ki, dedi, Kərəmgilin atları rayondaydı. Amma sədr, nə qaçdıq? Üstünü vurma. Nəriman əmi gülümsədi və pomidor olan nimçəni götürüb mənim qabağıma qoydu. Sən mənim canım, yaxşı ye. Amma qərənfil, oradan çıxıb qaçanda elə bildim anadan təzə oldum. Gərək bu dünyanın qədrini bilək.
Adam ki gedib düşdü o ağ xalatlıların əlinə, bay ba. Nuriye xanım, mədəniyyət evində işlər necə gedir? Deyəsən, axşam oyuncular üçün paltar istəyirdin. Qorxma, hər nə lazım olsa Nəriman əmin düzəldəcək. Təki salamatlıq olsun, siz işinizdə olun. Qulu qımışıb nə üçünsə mənə göz vurdu. Mən isə fikirləşdim ki, dünəndən bəri kişidə əmələ gələn bu yeni əhval-ruhiyyə hardandır? Görünür, böyük qorxu kiçik qorxuları əhəmiyyətsiz elədiyi kimi, bəzən başımızın üstünə alan ciddi təhlükənin sovuşması da təbiətimizdəki daha gözəl duyğuların meydana çıxmasına səbəb olur. Nəriman əmi hər şeydən elə ruh yüksəliyi ilə danışırdı ki, güya doğrudan da dünyaya yenidən gəlmişdi. O daha iş barəsində qulu ilə danışmağını da axşamki kimi qərənfil bacıdan gizlətmirdi. Artıq işıqlar yanmışdı. Biz qalxıb eyvanda çay içdiyimiz zaman Hümmət gəlib çıxdım. Ay, hamınızı xoş gördük, beş gördük, deyə əlində tutduğu kepkasını asalqana keçirərək stul çəkib əyləşdim. Dayı, nə var, nə yox? Nəriman əmi cavab verməyib, üzünü bağa sarı çevirdi. Hümmət soruşdu. O nə əhvalat dəşi? Deyirlər, xəstəxanaya gəlmişsən, mənə də xəbər eləməmisən. Nəriman əmi bağa xitabən acıqlı-acıqlı deyindi. Nərimanın heç kəsə ehtiyacı yoxdur. Nərimanın ayağı hələ üzəngi tutur. Nəriman hələ ölməyib. O yumruğunu stola çırparaq ayağa qalxdı. Elə bu zaman darvaza açıldı. Bir dəstə kəndli həyətə daxil oldu. Sədr, evdəsən? Deyə qoca dünyamalı kişi səsləndi. Nəriman əmi əsəbi gümrahlıqla cavab verdi. Evdəyəm, gəlin. Kəndlilər eyvana çıxıb əyləşdilər. Nə olub Nəriman? Səsin nə bərk gəlirdi? Dünyamalı kişi arxayın hərəkətlə tənbəki kisəsini çıxarıb çubuğunu doldurdu. Nəriman əmi stulu taqqıltı ilə çəkib oturdu. Nə olacaq? Bəzilər Nərimanı diri-diri torpağa bastırmaq istəyir. Pirverdi təəccüblə soruşdu. Bu nə sözdür ki? Kərəm əlavə elədi. Maşallah, sədr yeriyəndə yer tərpənir. Yox, Nəriman qocalıb, Nəriman geri qalıb, Nəriman çəkilib otursa yaxşıdır. Xahiş eləyirəm, özünüzə ayrı bir sədr seçəsiz. Ancaq qoy bəzi adamlar bilsinlər ki, Nəriman sədr oldu, olmadı, yenə də Nərimandır. Dünyamalı kişi eyni arxayın hərəkətlə qəlyanını ağzına alıb odduyaraq, ay Nəriman, dedi. Bayaqdan əsib coşursan. Biz də bir şey başa düşmürük. Yoxsa yenə söyüdlü arxın məsələsidir. Sədr bu dəfə yavaş səslə cavab verdi. Söyüdlü arx sizindir. Sizin alnınızın təridir. Vaxtda ki, elə məsləhət gördünüz. Dünyamalı kişi qəlyanını sümürərək, yaxşı, indiki belədir, dedi. Bəs o gecə niyə atılıb düşürdün? Ona görə atılıb düşürdüm ki, gərək hamı işləsin, zəhmət çəksin. Heç kəs qonşusuna yük olmasın. O vaxt söyüdlü arxa qazanda quzeylilər əlləri ciblərində gəzirdilər. Amma mən bilirdim ki, bir gün gəlib deyəcəklər qonşu, bizə də su. Mən də onlara cavab verəcəkdim ki, gedin. Güney təpəni çapın. Köndələn çaydan özünüzə su çəkin. Siz qoymadınız, mən də demədim. Ancaq qoy bəzi adamlar Nərimanı ortalığa qoyub, cəmaata leksiya oxumasınlar. Kərim soruşdu, kim oxuyub əşi? Hümmət həmişəki kimi şən və açıq ifadə ilə mən oxumuşam, dedi. 3-4 gün qabaq partiya kabinəsində kəndimiz yeni inkişaf mərhələsində adlı mühasirə oxuyurdum. Söyüdlü arxın məsələsini orada misal çəkmişəm. Sədr yana-yana kəndlərə baxdı. Eşitdiniz ki, sən ilan kimi qabıl qoy su çək, başqası gəlib hazırına nazir olsun. Üstəlik səni leksiyaya da nədir ona da qoysunlar ki, geridə qalmısan. Güya mən gərək çoxdan gedib deyəydim ki, quzeylilər, buyurun gəlin, hazırdır. Dayı, mənim sənadlı bacıoğlum yoxdur. Dünyamalı kişi məzəmmətlə sədrə baxdı. Ay Nəriman, bir qoy kişi sözünü desin. Hümmət gülümsədi. Əşi, niyə bir tərəfini deyirsən, o bir tərəfini yox. Mən şəxsən sən dayımın iş təcrübəsindən azı yarım saat danışmışam. Lazım deyil.
Sənə lazım deyil, başqalarına lazımdır. Sonra mən artellərin qarşılıqlı münasibətindən danışanda dedim, elə təsərrüfat rəhbərləri var ki, onlar ancaq öz kəndlərinin varlanmasına çalışıb, başqalarının işləri ilə maraqlanmırlar. Atalar məsələdir, bir günlə bahar olmaz, gərək hamı varlansın. Kəndin biri tox, o biri ac olacaqdırsa, onda keçmişlə bizdən nə təfavüt? Tamamilə doğrudur, deyə Hümmət Dünyamalı kişinin sözlərini təsdiqlədi. Hamının, bütün ölkənin, bütün xalqın varlı olması, bolluq içində yaşaması bizim birinci məqsədimizdir. Paho, yenə təbliğat, yenə siyasi dərs. Qərənfil, bir stəkan su. Əşi, çay ola suyu neynirsən? Nəriman əmi təkrar elədi. Qərənfil, bir stəkan su. Cəmaat bir dəfəlik bilsin ki, mənim dərs öyrənmək vaxtım keçib. Lakin mən onun gözlərinin dərinliklərində nəysə başqa şey hiss eləyirdim. İndi onun gözlərinin ifadəsi ilə sözləri bir-birini tutmurdu. Səsi əvvəlki kimi qəzəbli deyildi. Hümmət gülümsəyərək Qərənfil bacıya göz vurdu. Yaxşı, mən sustum. Çox qəribədir ki, kişinin gözlərində, danışığının ahəngində hiss elədiyim bu son ifadə məndə anlaşılmaz bir fərəh doğurmuşdu və mən kəndlilərin dalbadal içib boşaltdıqları stəkanları həvəslə aparıb doldururdum. Dünyamalı kişi 5-ci stəkanın qabağına çəkdi. Bircə dayı bacı oğlu umuküsünü qoyun bir tərəfə, bizim bura gəlməkdən məqsədimiz var. Dünyamalı kişi çaydan qaynar bir qurtum alaraq davam elədi. Nəriman, biz istəyirik ki, Söyüdlü arxın o tayından ta quzey qışlağa qədər toxmacarlıq eləyək. Yəni söyüdün əvəzinə toxmaçar əkəsiz? Bəli, Kərəm əlavə elədi. Hər il barama vaxtı yarpaqdan korluq çəkirik. Biz də istifadə eləyərik, quzeylilər də. Qərənfil bacı onların sözünə qüvvət verdi. Siz yarpağı bol eləyin, görün biz baramaçılar neynirik. Araya uzun bir sükut çöktü. Hamı sədrin nə yiyəcəyini gözləyirdi. Nəhayət o gözünü bağdan çəkib, kimsənin üzünə baxmadan yavaş səslə, yox, dedi. Qoyun söyüdlü arıq elə söyüdlü arıq olsun. Söyüd özü də bir ağacdır. Qaldı yarpaq məsələsi. Çoxdan mənim belə bir fikrim var ki, dəyirman altındakı açıqlığı toxmacarlıq yox, toxmacar iştillik eləyək. Orada azı 25-30 min toxmacar iştili əmələ gətirmək olar. İştildir, istəyirsən özünə ək, istəyirsən başqasına ver. Hümmət atasının yaxşı sözündən fərəhlənən uşaq sevinci ilə cavab verdi. Çox ağıllı fikirdir. Rayonun belə bir iştilliyə çox ehtiyacı var. Siz vaxtı gələn kimi başlayın. Nə kömək lazım olsa rayon verər. Sədr üzünü bağa tərəf çevirdi. Güney qışlağın heç kəsin köməyinə ehtiyacı yoxdur. Tək elə olsun ay dayı. Hümmətin hərəkətləri getdikcə mənə daha artıq xoş gəlirdi. Mən üzünə süni niqab taxan, əslində olduğu kimi deyil, uydurduğu kimi görünməyə çalışan adamlara nifrət eləyirəm. Rayon İcraiyə Komitəsinin sədrində dərhal ətrafındakılara istirayət eləyən təbii bir xüsusiyyət var idi. Elə bil ki, onu görərkən sən birdən-birə canlanır, nəysə fərəhli bir iş eləmək istəyirsən. Əvvəllər olduğu kimi onun baxışları yenə də hərdən bir an mənim üzümdə dayanırdı. Bu zaman mən ona qarşı özümdə dərin bir səmimiyyət, doğmalıq hiss eləyirdim. Bəlkə də o Muradın dostu olduğu üçün mənə bu qədər xoş gəlirdi. Onu görərkən, söhbət eləyərkən mənə elə gəlirdi ki, Murad burada, lap yanımızda dayanıb bizə qulaq asır. O, güney qışlağa az-az gəlsə də, aramızda açıq və mehriban bir dostluq yaranmışdı. O çox zarafatçıl idi, mənim isə zarafatdan xoşum gəlirdi. Görünür, buna görə də xasiyyətimiz tuturdu. Bir dəfə ondan soruşdum, mənim kimi bir bacınız olmasını istərdiniz? Heç gözləmədiyim halda birdən-birə tutuldu. Sonra özünü toparlayaraq zarafatyana, yox, dedi, istəməzdim. Mən sadədil bir qız ədası ilə incidim. Çox sağ olun, mən pis qızam. Anamın ikinci ərindən 3 bacım var. Sizlə olardı 4. Mən yazı bu qədər bacının cehizini necə yetirərdim?
Məyər məni cehizsiz almazdılar? Boynumu büküb elə məsum və məyus görünüş aldım ki, o qəhqəhə ilə güldü. Sonra birdən susub, ciddi və qayğılı nəzərlə düz gözlərimə baxdı. Əgər Saadət mənə qarşı düşmənçilik aparmasaydı, hər iş öz qaydası ilə gedərdi və mən yalnız öz dərdimlə necə mübarizə aparmaq haqqında düşünərdim. Lakin o mənə göz verir, işıq vermirdi. Tez-tez Güney qışlağa gəlirdi. Bəzən qohumları gilə, bəzən mağazadan şey almağa. Məni harda görsə nifrətlə üzünü çevirib görməməzliyə vurar, haqqımda yanımdakılara nə isə deyərdi. Kənddə çox adamın mənə bir cür baxdığını hiss eləyirdim. Ancaq çarəm nə idi? Neyniyə bilərdim? Neçə dəfə qərəzləndim ki, yanına gedim, danışım, hər şeyi izah eləyim. Lakin o mənə elə kinli, elə amansız baxırdı ki, ağzımı açmamış, söyülüb qovulacağımdan çəkinirdim. Onun bu hərəkəti mənim ikinci böyük dərdim olmuşdu. Ona görə yox ki, mən cəmaat içində biabır olmaqdan qorxurdum. Ona görə ki, mənim üstümdə bir başqası əzab çəkir. Eyni zamanda mənim üçün canımdan əziz bir adamın gününü qara eləyirdi. Mən gələndən bəri, xüsusən kitab əhvalatından sonra, onların evindən dava-şavanın əski olmadığını ağabəyimdən eşitmişəm. Murad özü isə bu barədə mənə heç nə demirdi. Lakin mən onun nələr çəkdiyini hiss eləyirdim. Mənim kimi ona da 2 qat zərbə dəyirdi. Nə qədər fikirləşirdimsə, bu əhvalata son qoymaq üçün Güney qışlağı tərk eləyib getməkdən başqa ayrı bir çarə tapmırdım. Ancaq gedə bilmirdim. Bir tərəfdən başladığım işi yarımçıq qoyub qaçmaq mənə ar gəlirdi, digər tərəfdən də mənim gedişimlə onların xoşbəxt ola biləcəyini güman eləmirdim. Görünür, nə isə başqa bir yol, başqa çarə axtarıb tapmaq lazım idi. Quzeylilər üçün verdiyimiz konsertdən bir neçə gün sonra İmi ilə Cimi yanıma gəldilər. İmi bir nöqtəyə baxaraq susur, Cimi isə Nuriyə xanım deyirdim. Bizimkilər sabah pambıq yığımına başlayırlar. Bütün Güney qışlaq cəmaatı çöldə olacaq. Gəlin biz də onlardan geri qalmayaq. Nə cür? Tənəffüs zamanı düşərgələrdə kiçik konsertlər verək. Nə olar, etiraz eləmirəm. Ancaq düşərgələri gəzmək üçün bizə bir mini maşına lazımdır. Hər şeyə öz aləmində dərin bir məna verməyə çalışan İmi təmkinlə söhbətə qarışdı. Bilirsiniz, biz gərək həmişə cəmaatla yaxın əlaqə saxlayaq. O zaman kənddə də, rayon təşkilatları yanında da hörmətimiz çox olar, deyə Cimi əlavə elədi. Lakin İmi üz-gözünü qırışdıraraq dostunun sözünü kəsdi. Cimi, sən bir dayan, məsələ rayon təşkilatlarından sağ ol almaqda deyil, biz xalqa, cəmaata xidmət edirik, başa düş. Düzdür, deyə Cimi təqsirkar halda təsdiq elədi. İminlə Ciminin bu yeni təşəbbüsü məni də sevindirdi. Tək qalmamaq üçün çox işləmək lazım idi. Bir də ki, İmi demişkən, bu bizim vəzifəmiz idi. Həmin günün səhəri maşın üçün artelə getdim. Nərman əmi üzünü, başını tərtəmiz təraş elətdirərək, gümrah görkəmlə iri yazı stolunun arxasında oturub, 2 nəfərlə bərkdən danışırdım. Onlardan biri Kərəm, digəri də mənim tanımadığım qarabığ, orta yaşlı bir adam idi. Qulu ilə Almurad da oradaydılar. Nərman əmi məni görərkən söhbətini kəsib keyfi saz halda, xoş gəlmisən, yoldaş mədəniyyət naziri, buyur əyləş, dedi. Mən stul çəkib oturan kimi o yenə də Kərəmlə yoldaşına müraciətlə sözünə davam elədi. İkinizin də pambığını maşın yığacaq. Axı özün bilirsən ki, bizim yer kələ götürdü. Orada maşın kar verməz, deyə Qarabığlı adam cavab verdi. Fərzəli, deyə Nərman əmi ayağa qalxaraq qətiyyətlə təkrar elədi. İkinizin də pambığını maşın yığacaq. Yəni əmrdir. Fərzəli acıqlı altdan yuxarı sədrə baxdı. Əmrdir, yerinə yetirməsən, səni işə buraxmayacağım. Axı belə şey olmaz, sədr. Biz briqadirlərin də bir haqqı, hüququ var ya yox. Fərzəli, qutardıq. Fərzəli, maşınla yığacaqsan. Bayaqdan bəri tərəddüd keçirən Kərəm yoldaşına dedi. Canım, söz güləşdirməyin mənası yoxdur. Vaxtda ki, sədr maşını arxayındır, qoy maşın yığsın. Fərzəli gileylənə otaqdan çıxdı. Sən ölməyəsən, cəmaatın işi qaravəllidir.
Söz sözə gələndə məsləhətdən danışırlar, amma əmrlə iş görürlər. Sədr inciyərək onun ardınca qışqırdı. Fərzəli, çox sağ ol. Mən soruşdum. Bəlkə doğrudan da onun sahəsi pambıq yığan maşın üçün əlverişli deyil. Nəriman əmi əlini yellədi. Sözdür. Sən bunları tanımırsan. Bir sürü qovm əqrabası var. İstəyir onlara biraz artıq əmək günü çıxsın. Başa gətirmir ki, artelin xeyri maşınla yığmaqdadır. İndi maşın əyyamıdır. O birdən hirslənərək Kərəmə tərəf döndü. Geridə qalıb, öz briqadasından başqa heç nə barədə fikirləşmir. Artelin xeyrini güdmür, xüsusiyyətçidir, bildin? Cavan briqadir özünü saxlaya bilməyib güldü. Mənim təqsirim nədir əşi? Sənin təqsirin odur ki, Fərzəlini başa salmırsan. Əşi, Fərzəli tərsin biridir. Mən onu nə tər başa salım? Tərsin biridir. Sən ölməyəsən, ona bir gəliş gələrəm, quzuya dönər. Dönər ya yox? Dönər. De, onda başa sal. Denən adam ol. Xalq ulduz qayırıb göyə buraxır, sən pambıq yığan maşına əks gedirsən. Sədr mənə tərəf döndü. O Fərzəli heç mədəniyyət evinə zada gəlir? Mən onun mədəniyyət evinə belə əhəmiyyət verməsindən fərəhləndim. Xeyr, onu birinci dəfə görürəm. Amma bu oğlan, Kərəmi göstərdim, bizim kitabxanaya təzə üzv olub, tez-tez gəlib gedir. Özü kitabxanaya gedir, amma dostunu dartıb aparmır. Bu da bir növ xüsusiyyətçilikdir. Mən keçən dəfə onun Hümmətlə olan söhbətini xatırlayıb, ürəyimdə güldüm. Kərəm dedi, əşi ömründə əlinə qəzet də götürmür, mən onu kitabxanaya nə cür dartıb aparım? Hə? Bəs restoranlarda araq vurmağa nə cür aparırsan? Araq nədir əşi? Adam da araq içər. Eşitmişəm. Oyun həkim leksiya oxuyandan sonra kanyaka keçmişsiniz. Bakıda 5 ulduz gətirirsiniz Bakıdan. Nə olar? Hökumətimizin kanyakıdır dayna. Biz də içməyəndə kim içəcək? Kişi yandığından 1-2 saniyə söz tapmadı. Sonra başını yana əyərək kinayə ilə gülümsədi. Dədən mollan verdi necə? O da 5 ulduz içir. Niyə içmir? Hərdən bir 50 qram verirəm atır. Deyir yaman iştaha açan şeydir. Bax buna sözüm yoxdur. Afərin. Mollan verdi ki kanyak içir. Demək dünyanın axırıdır. Mən sonralar bildim ki Mollan verdi kişi Nikolay vaxtı Güney qışlaqda ən yoxsul adam olub. Naxıra gedirmiş. İndi isə mal fermasında işləyir. Sonra sədr üzünü Almurada tutdum. Cavanlar barəsində bir məruza qoyarsan, özüm danışacağım. Sizə deməli sözüm çoxdur. Məruzanın adı nə olsun? Adı? Adı elə cavanlar barəsində. Bununla da kişinin acığı soyudu. Sonra üzünü mənə tutdu. Hə, yoldaş mədəniyyət naziri, indi nə qulluğun var, buyur. Mən gəlişimin məqsədini söyləyəndə yalnız Nəriman əmi deyil, o biriləri də təsvib elədilər. Qulu dedim, hər gün saat 1-dən 3-ə qədər pambıq yığanların istirahət saatlarıdır. Düşərgələri də elə mədəni düzəltmişik ki, görəndə xoşunuza gələcək. Sədr Almurada tapşırdı ki, təzə qazaltılmış 9 bizi gəzdirsin. Pambıq yığımının ilk günü tamam bir bayrama çevrilmişdi. Göz işləricə uzanıb gedən tarlalar sanki ağ çiçək açmışdı. Orada burada pambıq yığan maşınlar, uzun günlüklü kepka qoymuş oğlanlar, əlvan paltarlı qız gəlinlər görünürdü. Müxbirlər əllərində dəftər qələm adamların arasında gəzib qeyd götürürdülər. Nəriman əmi öz pabedasında buradan vurub oradan çıxır, hamıya göstəriş verir, pambıq yığan maşınların işini diqqətlə izləyirdim. Adamlar günorta vaxtı tənəffüsə çıxdılar. Kərpicdən tikilib ağardılmış düşərgə binasının kölgəsində yeyib-içib dincəldikləri zaman biz konsertimizə başladıq. Musiqi, incəsənət nə qədər gözəl şey olsa da, hər şeyin öz yeri, hər nöqtənin öz məqamı var. Lakin onların bizi həvəslə dinləmələri, bəzən mütəəssir olub kədərlənmələri, bəzən mənim söylədiyim hekayə və lətifələrə gözləri yaşarıncaya qədər gülmələri bütün gizli şübhələrimi vurub dağıdırdı. Mən inanırdım ki, biz həqiqətən xeyirli, lazımlı bir iş görürük.
Biz öz kiçik istedadımızla bu böyük zəhmət adamlarına xidmət eləyirdik. Eyni his, eyni təəssürat mənim yoldaşlarımda da olduğu üçündür ki, düşərgələrdə verdiyimiz hər konsertdən sonra biz bir-birimizə daha da mehriban olur, gələcək konsertlərimizdən daha həvəslə danışırdıq. Eminən kimi yeni təşəbbüslər irəli sürürdülər. Etiraf eləyirəm ki, onların indiki təşəbbüsləri bizim balaca dəstəmizin işinə çox xeyir verirdi. Biz gündüzlər pambıq yığanlara, axşamlarsa söyüdlü arxın üstündə işləyən quzeylilərə xidmət eləyirdik. Sədrimiz bu barədə bir söz demirdi. Görünür, quzeylilərə konsert verməyimiz onu əvvəlki kimi əsəbləşdirmirdi. Günlər belə gəlib keçirdi. Mən gecələr tez yuxuya getmək üçün səhərdən axşamacan işləyir, deyib gülürdüm. Cemaatla elə yaxın olmuşdum ki, küçədə uşaqlar məni görən kimi qabağıma yürüb deyirdilər, Nuriyə xala, bu gecə nə var? Nuriyə xala, məni də tar dərnəyinə götür. Nuriyə xala, nə vaxt teatr verəcəksiniz? Mən klassik və müasir yazıçıların əsərlərindən xoşuma gələn parçaları seçib, axşamçağı mədəniyyət evinin sərin eyvanına yığılan kəndlər üçün oxuyurdum. Bədii qiraət ustası olmasam da ürəkdən oxuyurdum. Həqiqi sənətin oxuduğum əsərləri nəzərdə tuturam. Təsiri mənə böyük təsəlli olurdu. Sanki Nizamidən, Füzulidən, Şekspirdən, Lermontovdan oxuduğum parçalarla mən qulaq asanlara nə isə özümə, öz qəlbimə aid sirlər söyləyirdim. Elə bil, bu əsərlərlə özümdən danışırdım və bunun başqalarına təsirini gördükdə özümü ağlayıb, ürəyini boşaltmış adamlar kimi yüngül hiss eləyirdim. Bir istirahət axşamı söyüdlü arxı yuxarı gəzməyə çıxmışdım. Orada burada çoxdan quruyub saralmış o təncər içində bitmiş, yaşıl böyürtkən kolları adama qəribə, qüssəli təsir bağışlayırdı. Lakin yaxınlaşıb tər yarpaqlar arasında qara muncuqlar tək parıldayan böyürtkənləri görəndə qəlbimi anlaşılmaz bir şadlıq hissi bürüyürdü. Havada qurumuş küləş ətri doyulurdu. Bir dəstə bildirçin biçilmiş səmi yerinə tökülərək dənlənirdi. Daha aşağılarda pambıq tarlaları görünürdü. Mən hərdən böyütkən qoparanda, uşaqlıqda qızlara qoşulub meşəyə moruq, çiyələk yığmağa getdiyim günləri xatırlayırdım. Zaman necə tez keçib gedir. Uşaqlıq çağı gecə qayaların dibində qaladığımız ocağın ətrafında halay vurub ayıdan, canavardan danışdığımız, sonra işıqlanar-işıqlanmaz, qalxıb bir-birimizə macal vermədən, şehli otlar əlimizi üşüdə, moruq dərdiyimiz vaxtlar elə bil dünənmiş. Mən düşünürdüm ki, indiki günlər eləcə tez keçib gedəcək, yalnız bircə şey lazımdır, dözmək. Qoy oxucu, Allah göstərməsin, bəzi tənqidçilər kimi mənim gəldiyim bu nəticəni ümumiləşdirməsin. Çünki bu istirab ancaq mənim özümə aiddir. Əgər mənim kimi dünyada bir başqası varsa, qoy məni o mühakimə eləsin. İlk günlər dünyada hər azabın bir sonu olduğunu düşünərək özümə təsəlli verirdim. Lakin bu cür təsəlli qorxaqlıqdır, vəfasızlıqdır. Çünki mən onun üçün için yanmaqdan nəhayətsiz bir zövq duyuram. Bu mənim saadətimdir. Məyər böyük ağıl sahibi olan Füzuli, Şekspir belə bir fədaya haqq verməmişlərmi? Əgər mən onun uğrunda daxilən əzab çəkirəmsə, bunun kimsəyə ziyanı yoxdur. Bu mənim saadətimdir. Doğrudur, mən onun arvadı olsaydım, bu saadət başqa cür olardı. Lakin eybi yoxdur, mən yenə də xoşbəxtəm. Çünki mən onun üçün yanıram. Mən əminəm ki, o mənim bir dırnağıma da daş dəyməsinə razı olmazdı. Mən bilirəm, hiss eləyirəm ki, o mənim üçün özünü oda suya atardı. Ona görə də mən çox xoşbəxtəm və mən bu saadətimi hamıdan, birinci növbədə onun özündən gizləməyə məcburam. Çünki mən onu və ona aid hər bir şeyi sevirəm, istəyirəm. Mən onun varlığı ilə yaşayıram. Onun saadəti mənim saadətimdir. Biz 20-ci əsrin qızları keçmişdəkilərə nisbətən daha sərtik. Biz dediyimiz yerdən keçməyi bacarırıq.
Biz incə, sentimental ahzarlara qarşı amansızıq. Mən bu cür düşüncələrlə böyütkən kollarının arasında dolaşarkən, arxadan səs eşidib diksindim. Ürəyim qırılıb ayağımın altına düşdü. Mən hiss eləyirdim ki, gələn odur. Biz görüş təyin eləməmişdik, lakin hiss eləyirdim ki, gələn odur. Mütləq odur. Mən özümü ayaq üstündə güclə saxlayaraq geri döndüm. Gələn doğrudan da oydu. Ay, məni yamanca qorxutdunuz. Xoş gördük. Saadət bacı və Əlimərdan kişi necədilər? Çox sağ olun, yaxşıdırlar. Biz üfüqdən üfüqə uzanan çöllərin sükutu içində yanaşı yeriyirdik. Bu sükut məxmər kimi yumuşaq idi. Bu sükut birgə nəfəs aldığımız indiki anların əbədiyyəti idi. Bu sükutda nəhayətsiz bir mehribanlıq var idi. Mən tez-tez əyilib kollardan böyürtkən dərərək ağzıma atırdım. Mən bu dəqiqələrin bir də heç zaman qayıtmayacaq xatirələri ilə xoşbəxt idim. Mən yarpaqların içində gizlənərək yetişib qapqara qaralan şəvə boyunbağı kimi bir budağa düzülmüş böyürtkənləri yığıb ona vermək istəyirdim. Lakin siz də böyürtkən xoşlayırsınız, deyə qayğısız halda soruşdum. Ancaq mən bu dəfə öz rolümü yaxşı ifadə edə bilmədim. Yaxşı ifadə etmədim. Bütün ciddi cəhdimə baxmayaraq səsim titrəyirdi. O başını aşağı salaraq susurdu. Birdən darıxırmış kimi, gəlin dedi, bu kolluqdan çıxaq. Mən də zarafata salaraq neyniyək dedim. Vaxta ki siz bu gözəl böyürtkənləri xoşlamırsınız, gəlin çıxaq. Xeyli aralıda çöllərin sonsuzluğu içində iri, qollu budaqlı tək bir ağac görünürdü. Hələ işıq olan ləkəsiz, mavi səmanın altında o yavaş-yavaş qaralmaqdaydı. Biz böyürtkənlikdən bir qədər aralanandan sonra, görəsən nə olub ki, o ağac bu düzün ortasında bitib, deyə soruşdum. Kim bilir, dünyada o qədər qəribə işlər olur ki? Doğrudur əzizim, dünyada çox qəribə işlər olur. Dedim, siz laf filosof kimi cavab verdiniz. Məncə dünyada hər şey o qədər aydındır ki, heç o barədə düşünməyə dəyməz. Məsələn, götürək o ağacı. Yəqin ki, quş zat toxumunu aparıb salıb ora və yaxud vaxtı ilə buralar meşə olub. Əvvəl o mənə cavab vermədi. Sonra birdən dayanıb mənə baxdı. Yox, bu belə davam eləyə bilməz. Biz nə vaxta qədər bir-birimizi aldatacağıq? Bədənim uyuşub açıldı, dizlərim titrədi. Nə olub? Deyə laqeyd gülümsəməyə çalışdım.